Salam, hamını xoş gördük. Hər vaxtınız xeyir. Bakı Araşdırmalar İnstitutunun növbəti ictimai müzakirələrindən birində sizi salamlayırıq. Bugünkü mövzumuz Azərbaycanda kütləvi siyasi repressiyalar və ölüm acılığı mübarizə forması kimi Tofiq Yaqublunun timsalında bildiyimiz kimi Azərbaycanda 2023-cü ilin sonundan etibarən kütləvi repressiya dalğası başlayıb və bu günə qədər davam eləyir. Son statistik hesabatlara görə Azərbaycanda 357 siyasi məhbus mövcuddur və hər gün biz yeni həbs, istintaq və cinayət işi xəbərləri ilə gözümüzü açırıq. Tofiq Yaqublu isə bu gün öz bədənini bu ədalətsiz və hüquqsuz həbslər fonunda özünün də həbsinə 10 mart tarixində 9 illik həbs cəzasına haqsız yerə məhkum olunmasına qarşı olaraq öz bədənini, öz canını mübarizə forması kimi ortaya qoyub və ölüm acılığına başlayıb. Aprelin 1-dən etibarən, bugün isə aprelin 13-ü onun ölüm acılığının da 13-cü günüdür. Bu mövzuda bacardığımız qədər səs çıxarmaq, ümumiyyətlə bu kütləvi repressiyaları hər gün davam edən bu kütləvi repressiyaları və total qorxu mühiti ilə bağlı səs çıxarmaq, danışmaq olduqca dəyərlidir və önəmlidir. Hazırki Azərbaycan siyasi məkanının keçdiyi bu qaranlıq dövrü nəzərə salsaq, buna görə bu gün razılıq verib burada bu müzakirədə iştirak edən və həm də izləyən hər bir kəsə xüsusi təşəkkür edirəm. Bacardığınız qədər paylaşıb, bu haqda yazsanız, bu kampaniyaya ümumiyyətlə, yəni bu məsələnin gündəmdə qalmağına da töhfə vermiş olarsınız. Bugünkü müzakirəmizin qonaqları tarixçi, alim, Milli Şuranın sədri Cəmil Həsənli, Gent Universitetinin PhD namizədi, araşdırmacı və feminist aktivist Sevinç Səmədzadə, Sciencepo Universitetinin professoru və tarixçi Altay Göyüşovdur. Hər birinizi moderasiyanı isə mən Samirə Ələkbərli, Bakı Araşdırmalar İnstitutunun əməkdaşı olaraq yerinə yetirəcəm. Hər birinizi salamlayıram, bir daha təşəkkür edirəm və ilk sualımdan başlamaq istəyirəm. Ümumiyyətlə, Azərbaycanda kütləvi siyasi repressiyalar təbii ki, Azərbaycan ilk dəfə öz tarixində repressiya dalğasından keçmir. Tarix boyu bu cür dalğalar olub müxtəlif dövrlərdə, lakin bu dəfəki repressiyanın vüsəti, xüsusiyyətləri görünür ki, fərqlidir, uzun müddət davam etməkdədir, bir ildən çoxdur artıq və buna görə istəyərdim ki, ümumiyyətlə bu kütləvi siyasi repressiyaların tarixi, cəmiyyətə təsiri və onun hazırki xüsusiyyəti və məqsədi ilə bağlı danışaq. Sözü birinci Cəmil müəllimə vermək istəyirəm icazənizlə. O özünüz də öz Facebook postunuzda bildirmişdiniz. Hətta tarixi bir analogiya aparıb 1937-ci ildəki baş verən repressiyalarla, həmin bu qorxu və susqunluq mühitini, bu etiketləmə, dayanmadan hər kəsin xain çıxmağı və yaxud da müəyyən etiketlər və yalançı həbslərlə qondarma deməli həbslərlə susturulmağa çalışmağı analogiya aparmışdınız. Bu barədə istəyərdim birinci Cəmil müəllimlə başlayaq, sonra Sevinç və Altay müəllim birlikdə davam eləyək müzakirəyə. Buyurun. Təşəkkür edirəm Sabirə xanım və hər kəsi salamlayıram. Eyni zamanda dinləyiciləri, izləyiciləri də salamlayıram və gerçəkdən son illərdə Azərbaycan həbs dalğasının yeni bir mərhələsinə daxil olubdur. Ümumiyyətlə, mən deyərdim ki, bizim müstəqillik devri tariximizin Əliyevlər mərhələsinin siyasi məhbuslarsız bir ili olmayıb. Və bu düzdür, bəzən enən, qalxan zadla gedibdir. Bir neçə yüz elə vaxtlar olub ki, bir neçə yüz siyasi məhbus olubdur. Amma bilirsəniz, məsələn, İlham Əliyevin devrində, xüsusilə 2005-ci ildən başlayaraq və 2008 ya 9-cu ildə onun bəyanatı oldu ki, Azərbaycanda müxalifət olmayacaq. Bu devlət
bütün resursların Fuata qarşı, qeyri-hökumət təşkilatlarına qarşı ki, səfərbər etdi və bu 2009-cu ildən başlanan bu mərhələ 2013-cü ilin payızından etibarən daha deməli yüksək bir mərhələyə daxil oldu. Kifayət qədər tanınmış adamlar qeyri-hökumət sektorundan məsələn Xədicə xanım kimi, Leyla Yunus xanım kimi, Arif Yunus, İntiqam bəy və o dövrdə elə Tofiq Yaqublusuz bu ölkədə həbs yox. Əgər həbs varsa, Tofiq Yaqublu birinci həbs olunanlardan biridir ki, 13-cü ildə İsmailli işinə görə, tamamilə mənasız bir işə görə həbs edilmişdi. Və hətta mən deyərdim ki, 13-14-cü illərlə müqayisədə də indi kifayət qədər, indiki baş verənlərin kifayət qədər böyük fərqi var. O dövrdə, məsələn, 13-14-cü illərdə şübhəsiz ki, ssenariləşdirilmiş ittihamlar vardı, saxta ittihamlar var idi. İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi prokuror rolunda çıxış eləyirdi və daha çox vergidən yayınmaya görə insanları qeyri-hökumət təşkilatların həbs edirdilər, onların təmsilçilərin. Bilirsən, 14-cü ildən sonra qəribə bir şey baş verdi. Narkotika Azərbaycan hüquq sisteminin sifətinə çevrilməyə başladı. Yəni, bu narkotika ittihamından o qədər çox istifadə edildi ki, Azərbaycanın, bilmirəm, indi o sistem var ya yoxdur, ümumiyyətlə Azərbaycanda hüquq deyilən bir şey yox. Yəni, biz özümüzü aldatmayaq, nə ya respublika, ya nə bilim, hüquq sistemi, hüququn aliliyi zadı deyilən bir şey yoxdur və İlham Əliyev bunların hamısının axırına çıxır. Və açığı deyim ki, bizim o devlətimizin adındakı Cumhuriyyət ifadəsindən mən bilmirəm indi bir şey qalıb qalmayıb, çünki dövlətimizin özündən bir şey qalıb. O ailə mülkiyyətinə çevrilib Azərbaycan, hüququn işləmədiyi bir yerə çevrilibdir və nəticə etibarilə adamları çox asan tutmaq olur. Məsələn, 13-14-cü illərinin planlarına diqqət yerin, onlara verilən işlərə. Maksimum 5-6 il, belə deyəksə. Amma indiki işlərdə 9 il, 10 il. Məsələn, tutalım deyək ki, 17 bıçaq zərbəsi ilə adam öldürənə 9 il iş verirlər. Amma deyək ki, tamamilə qurama bir bıçaqlanma ssenarisi qururlar və bir keçmiş diplomat Emin İbrahimli adında bir gəncə 10 il iş verirlər. Yəni, bıçaqla adam öldürənə 9 il verirlər. Amma nə bıçaq var ortada, nə ölən var ortada, nə yaralanan var ortada. Sadəcə olaraq saxta bir iş düzəldiblər, ona 10 il verirlər. Yəni, şübhəsiz ki, bu İlham Əliyevin göstərişi ilə bu sroklar artır. Bu cəzaların müddəti artırılıbdır və o cəmiyyəti qorxuzmaqdan ötürü, cəmiyyəti təhdid etməkdən ötürü bu qədər böyük, deməli, uzun bir müddətə adamları həbsə göstərir. İnanın, mən Tofiq Yaqublunun məhkəmə prosesinin demək olar ki, hamısında canlı iştirak eləmişəm. Yəni, məhkəmə prosesində iştirak eləmişəm və bütün baş verənləri mən öz, deyək ki, gözlərimlə görmüşəm, qulaqlarımla eşitmişəm. Yəni, bu, ümumiyyətlə, burada məhkəməlik bir şey yoxdur. Yəni, bu bir ssenari yazılıb və hətta məhkəmənin aparılması da ssenariyə daxil edilibdir. Rəqəmlərin seçilməsi də cəzanın müddətinə hesablanıbdır. Çünki bəlli bir məbləğdən sonra o ağır cinayət hesab olunur. Yəni, Tofiq bəyə qarşı ona görə
deməli 60.000 manat rüşvət almaq ittihamı irəli sürüblər ki, artıq 50.000-dən yuxarı bu deməli ağır cinayət hesab olunur. Burada nələr baş verməyibdir? Tutalım deyək ki, iki qaçqın vətəndaşdan istifadə ediblər. Birindən vasitəçi kimi, o birisindən zərərdidə kimi istifadə ediblər və güya Almaniyaya viza və vətəndaşlıq almaqdan bunlar Tofiq Yaqubliyə bu məbləğdə pul veriblər və sənədlərini də bazar günü veriblər. Və bazar günü bu, üstəgəl sənəd deyəndə sənəd verməyiblər. Vaxtı keçmiş bir pasportun kopyasını veriblər, surətini veriblər. Bu bazar günü sən demə viza almalıymış Almaniya səfirliyindən bu müalicəyə gedən şəxsə. Adamın əvvəla pasportu yoxdur ortada, pasportunun surəti var. Adamın pasportunun vaxtı keçibdir. Digər bir tərəfdən yalan danışır ki, indiyə qədər xaricdə olmayıb. Sonra sosial şəbəkələrdən bunun xaricdəki şəkilləri çıxarıldı, qoyuldu ortaya. Amma bütün bunlarla bərabər siz bilirsiniz ki, Azərbaycanda hər şey monopoliyada olduğu kimi, eyni zamanda deməli bu telefon idarəçiləri də, yəni Azərseldir, nə bilim Bakseldir, bunlar da böyük əksəriyyətə ailə mülkiyyətindədir də və hətta bunlara sorğu verildi ki, şahid və zərərdidə bəlli bir vaxt demişdi ki, bu vaxtda güya veriblər Tofiq bəyə bu 60.000-lik rüşvəti. Təsəvvür edin ki, onların dediyi vaxtda, iddia elədiyi vaxtda, həm yazılı, həm şifahi ifadələrində göstərdiyi vaxtda rüşvət verənlə Tofiq bəy arasında 20 kilometr fiziki məsafə. Amma bundan sonra artıq bu iş tamamilə öz əhəmiyyətini itirir də. Burada artıq məhkəməni dayandırmaq lazım. Amma məhkəməni dayandırmaq məhkəmənin səlahiyyətində olmadığı üçün o dayandıra bilməzdi. İkinci 37-dən sonra mən kollektiv həbslərə diqqəti cəlb etmək istərdim və hətta deməli keyfiyyət baxımından, intellektual baxımından indiki kütləvi həbslər 37-ci ilin kütləvi həbslərindən fərqlənir. Məsələn, 37-ci ildə nə var idi? Şamaxı işi var idi, İsmailli işi var idi, Əli Bayramlı işi vardı, Azneft işi vardı, Arslan işi var idi. Belə kollektiv həbslər həyata keçirilirdi də. Yəni bu adamların dairəsini çox götürürdülər ki, bunlar Sovet Azərbaycanı SSR-dən ayırmaq istəyirlər və deməli bunlar hansısa imperialist dövlətlərin agentləridir. Mən o işlərlə tanış olmuşam. Samira xanım, qəribə bir mənzərədir ki, adamı məsələn elə bir ölkəyə cəsusluqda ittiham edirdilər ki, adamın hətta coğrafiyada o ölkənin harada yerləşməsi barədə təsəvvürləri yox idi. Və bugünkü kollektiv həbslərə gəlib çıxsaq, görərik ki, məsələn, deyək ki, Abzas mediaçılarının həbsi, toplumçuların həbsi, deyək ki, meydançıların həbsi, Kanal 13-də bir neçə nəfər həbs olunmuşdu, cəbhəçilərin həbsi, İslamçıların həbsi, qeyri-hökumət təşkilatı üzvlərinin həbsi. Üçüncü fərq mən deyərdim ki, 37-ci illə müqayisədə işgəncə texnologiyaslarının dırnaqarası inkişafıdır. Məsələn, mən heç vaxt 37 işlərində görmədim ki, kiminsə bədəninə elektrik cərəyanı verir. Çünki belə bir mexanizm hələ o devirdə yoxdur. Orada sadəcə olaraq dəyənəkdən istifadə edilirdi və özdə belə bir dədə-baba dəyənəyindən istifadə edilirdi. İndiki dəyənəklər xüsusi şəkildə adam döymək üçün hazırlanan dəyənəklərdir, nə bilim, beysbol da istifadə olunan alətlərdir və hətta mən sizə deyim ki, məsələn, o hərtər işində istifadə olunan işgəncə
mexanizm ki var, bu ümumiyyətlə tək Azərbaycan üçün yox. Bu 21-ci əsr dünyası üçün təhlükədir. Yəni insanlar öz içərisində belə dəhşətli işgəncə metodların yaşadır və bunu verməyə qadirdirlər. Məsələn, tutalım, deyək, Bandadeldə o işgəncə laboratoriyası var. Həmin işgəncə laboratoriyasının, deyək, bu Hafız Əsədin, sonra da Bəşər Əsədin işgəncə laboratoriyalarından elə də fərqi yoxdur. Hətta mən sizə deyim ki, faşist Almaniyasında olan işgəncə laboratoriyaları ilə bunu müqayisə etmək olar. Amma faşizm demişkən, məsələn, Reichstagın yandırılması kimi bir əməliyyat var idi və bu hadisəyə görə həbs olunanlardan biri də Georgi Dimitrov idi. Hətta faşist məhkəməsi Georgi Dimitrova bəraət vermək məcburiyyətində qaldı. Və bu günləri Azərbaycan məhkəmələri belə bir bəraət vermək gücünə malikdir. Və mən bunu açıq şəkildə ifadə edirəm. Yəni, bu günləri Azərbaycanda məhkəmələr ədalət simvolu olmaqdan çıxaraq cəza mexanizminə çevrilir. Və bu qədər, bugün Azərbaycanda siyasi məhbusların sayının 357 nəfərə çatması bağlıdır. Çox var. Məhbus adlandırmaqdan çəkinirlər, öz fikirləri deyərlər. Çox sağ olun Cəm müəllim, fikrinizi bitirdiniz. Hətta bu işlərə ən son İmişli işi daxil olunub. Bildiyimiz kimi orada da hətta ölüm xəbəri var idi işgəncədən, necə o üstü örtüldü, necəsə mediada, onu da xatırlatmaq yerinə düşərdi. Sevinç, buyur. O adi hala çevrilirdi. Polis bölmələrində, istintaq altında polisə aparılan adamların döyülüb öldürülməsi, pəncərədən atılması, nə bilim, intihar kimi sənədləşdirilməsi adi hal alıbdır. Bəli. Çox sağ olun Cəmil müəllim. Buyurun Sevinç. Çox sağ ol Səmir, təşəkkür edirəm. Çox sağ olun Altay müəllim, Cəmil müəllim. Sən də Cəmil müəllim fikirlərinizə görə. Əslində Cəmil müəllim çox yaxşı tarixi ardıcılığı izah elədi. Yəni xüsusən də 2013-2014-dən bəri baş verənlərlə indiki hadisələri müqayisə edək. Bəzi oxşarlıqları görürük avtoritar texnikaların inkişafında, amma bəzi fərqlilikləri də görürük. Birincisi, məncə 2013-2014-də baş verən repressiyalarla indikinin əsas fərqlərindən biri o idi ki, geosiyasi vəziyyət fərqli idi, yəni həmin dövrdə. 2013, 2011-2012 ərəb baharlarının, ərəb etirazlarının, inqilablarının davamında Azərbaycan kimi ölkələrin bu vəziyyəti, yəni hər hansı bir rejim dəyişikliyinin qarşısını alması üçün Azərbaycan, Rusiya və onun kimi dövlətlərin yeni mexanizmlərdən istifadə etməsinə gətirib çıxartdı. Yəni bir növ vətəndaş cəmiyyətini artıq açıq-aşkar təhlükə kimi təhlükələşdirməyə başlaması ilə qarşılaşdıq və biz onda gördük ki, nə baş verdi? Həm müxalifət, həm vətəndaş cəmiyyəti üzvləri həbs olunmağa başladılar. Bir çoxu ölkədən getməli oldu. Yəni əgər indiki vəziyyətlə müqayisə etsək, təxminən eyni bir ssenari baş verir. Eyni zamanda onda da satqın, düşmən diskursu ortadaydı ki, vətəndaş cəmiyyəti qrant alır və əsas məsələ də qrantlar üzərindən idi həmin dövrdə də və yeni qanun gətirildi ki, qrantların qeydiyyata alınması ilə bağlı. Hələ o zaman, məsələn, indi Gürcüstanla, Rusiya ilə müqayisə etsək, xarici agentlər qanunu kimi adlandırmasa da, təxminən həmin qanunun eyni müəddaları ilə tətbiq olundu və bu tətbiqin nəticəsində biz gördük ki, çox böyük parçalanma baş verdi, çox böyük dağıntı oldu vətəndaş cəmiyyəti içərisində və
bir növ bir tərəfdən həm o mövcud siyasi vəziyyətdə öz gücünü toparlamağa çalışaraq, disiplinlə öz gücünü toparlamağa çalışır Azərbaycan hökuməti. Eyni tərəfdən də yeni başqa bir yolda dalğaya, yəni yeni cür mübarizə formalarına bir növ yol açmış oldu. Bu təbii olaraq belədir. Yəni ki, hansısa mərkəzləşdirilmiş və yaxud da ki, davamlı şəkildə maliyyələşdirilmiş fəaliyyətlərdən, deyək, layihələrdən və yaxud da ki, vətəndaş cəmiyyəti fəaliyyətlərindən kənar fərqli mübarizə formalarını biz təkrar görürük Azərbaycanda. Və bu da çox normaldır və bunun əslində potensialı və gücü daha çox, məsələn, mən deyə bilərəm, Söydlü hadisələrini misal gətirə bilərəm. Yəni nümunələr çoxdur. Adi Söydlü hadisəsinin özündə biz görürük ki, insanlar yəni səbirləri bir yerə qədərdir. Bir yerdən sonra artıq sağ qalmaq uğrunda mübarizə olur və bu mübarizə hər hansı bir təşkilatlanma, yəni hər hansı bir əvvəlki keçmiş təşkilatlanma olmadan da həyata keçirə bilir. Amma qayıtsaq yenə 2013-2014-cü il dönəminə, yəni indiki repressiyalarla cəmi qeyd elədik, məsələn, həbslərin həbs müddəti məsələn 5-6 il idisə, indi 8-9 ildir ya da daha çoxdur. Əslində o dövrə baxsaq görürük ki, o dövrdə də yəni yenə də uzun müddətli həbs cəzası verilmələri də var idi. Məsələn, Qiyasla Bayrama 10 il həbs cəzası verilmişdi hansısa heykəlin yazılmasına görə və əslində təkcə yəni məsələ cinayət işinin tərkibi ilə bağlı deyil. Yəni məncə məsələ ondan biraz da ötədir. Çünki məhkəmənin özünün bir liberal institut olaraq, bir liberal qurum olaraq vəzifəsinin ədalət gətirilməsinə inanırıqsa, ki bu bizim ən birinci inancımız olursa, bundan sonra biz görürük ki, Azərbaycan kimi avtoritar dövlətlər hüquqdan və məhkəmədən necə öz dövlətlərinin və rejimlərinin gücləndirilməsi üçün istifadə edirlər və yəni qanun və ya əks qanunla onlar bizə qarşı gəlirlər. Azərbaycan isə buna çox maraqlı misaldır ki, Azərbaycanda qanunlaşdırma, yəni qanunla cəzalandırma, qanunla disiplinləşdirmə qonşu dövlətlərlə müqayisədə daha azdır. Məsələn, Gürcüstana baxsaq, orada liberal institutlar daha güclü inkişaf elədiyinə görə, indi liberal institutların özlərinin hazırladığı modelləri onlara qarşı istifadə edən bir rejim var. Hazırda Gürcü Arzusu Partiyasının və onun hakimiyyəti var ki, eyni qanunları əksinə istifadə edir. Yəni əvvəl o qanunlar hansısa imtiyazlar verilirsə, indi tərsinədir, cəzalanmaq üçün istifadə olunur. Azərbaycanda isə nə bu liberal institutlar və qanunlar güclənmədi bu illər ərzində ki, onun tərzinə reverse eləyib, geri çevirib insanlara qarşı və yaxud da vətəndaş cəmiyyətinə qarşı tətbiq eləsinlər. Əksinə, hansısa yəni boşluqlar və yaxud da istənilən bir formatda bir dövlətə maksimum güc verəcək, total güc verə biləcək formatda istifadə edirlər və ona görə də gücün özünün, yəni qanun çərçivəsində yox, qanundan beyond, qanundan daha ötə bir şəkildə istifadəsini görürük. Təbii ki, hansısa bir formada bunu əsaslandırmaq üçün və cəmiyyətdə müəyyən bir diskussiya yaratmaq üçün narkotiki həm ittihamlarından istifadə olunur, amma narkotik ittihamları məncə artıq cəmiyyətdə heç kimin inandığı bir ittiham deyil. Yəni artıq hamıya bəllidir ki, bu ittihamlar başdan ayağa saxtadır. Eyni zamanda yeni ikinci bir ittiham var. O da düşmən satqın ittihamıdır. Yəni özgə düşmən satqın ittihamı. Bu müxalifəti, Azərbaycandakı müxalifəti həmişə bu damğa ilə cəzalandırmağa çalışıb və yaxud da ki, ictimaiyyətdən kənarlaşdırmağa çalışıb hakimiyyət və bunu 2013-cü ildə vətəndaş cəmiyyətinə tətbiq eləməyə başlayıb. Amma hal-hazırda biz görürük ki, demək olar ki, hər kəsə bunu tətbiq edə bilir. Yəni bu bir X vətəndaş belə bugün satqın ola bilir və mən bunun əsas səbəblərindən biri kimi 2020 müharibəsindəki qələbəni görürəm. 2020 müharibəsi və ondan sonra baş verən hadisələr Əliyev rejiminə inanılmaz dərəcədə bir güc və bir legitimlik vermişdi və bu müvəqqəti də olsa, amma hələ də onun nəticələrini yaşadığımız bu total güc bugün özünü gördüyümüz çox absurd repressiyalarla göstərir. Yəni artıq bu özgə hər hansı bir feminist aktivist və yaxud da ki bir AXCP üzvü və yaxud da ki bir Nardaran sakini, yəni bu istənilən bir şəxs artıq bu kateqoriyada özgə, satqın, düşmən və təhlükə ola bilər. Ən əsası da təhlükə ola bilər. Və məncə belə bir təhlükələşdirmə kontekstində repressiyaların verdiyi bir qorxu mühiti yaranır və hansı ki qorxu mühitinin nəticəsində biz tamamilə siyasətin, yəni bir apolitikləşdiyi bir cəmiyyət görürük ki, müzakirələr ya
olduqca məhdud məkanlarda baş verir və yaxud da sosial mediada müəyyən dərəcədə baş verə bilir. Amma yerdə qalan məkanlar, məsələn, küçədə etiraz eləməkdən tutmuş, adi fikrini olduğun yerdə deyə bilməyə qədər biz görürük ki, bu senzura və bu qorxu mühiti olduqca ifrat dərəcədədir və bunun da müəyyən rasional səbəblərini görürük. Yəni çox aktiv şəkildə həm surveillance mexanizmləri, yəni izləmə mexanizmləri olduqca yaxşı inkişaf eləyib və Cəmil müəllim də qeyd elədi ki, həm torture mexanizmləri, yəni ki, işgəncə mexanizmləri də, cəzalandırma mexanizmləri də inkişaf eləyib, amma eyni zamanda qorxu mühitini yaratmaq üçün təkcə fiziki və yaxud da ki, potensial həqiqi olan bir cəzadan söhbət getməyə bilər. Əsas məsələ beyində insanların bu qorxuya inanması, yəni bu öz davranışlarını həmin qorxuya əsasən formalaşdırması dayanır. Və ondan irəli gələrək biz görürük ki, ümumi bir siyasi susqunluq var. Bu siyasi susqunluq Tofiq Yaqublunun simasında görürük ki, tamamilə buna qarşı duran bir fiquru görürük. Yəni illərdir öz həyatını, öz mübarizəsini, siyasi mübarizəsini davamlı şəkildə bu susqunluğa qarşı qoyan bir fərd var və bu insanın mübarizəsi ilə yanaşı biz tamamilə susan böyük bir cəmiyyət görürük. Və Tofiq Yaqublu öz mübarizəsinin ən məncə yəni istənilən halda mübarizələr, məsələn, həbsxananın özündə cəzanı almısan, həbsxanadasan və həbsxanada necəsə mübarizə aparmağa davam etdirməyə çalışırsan və burada bədən özünü aktiv bir mübarizə nəsnəsinə çevirir. Yəni məncə artıq bədən mübarizə aparır. Burada acıq aksiyasının da məncə əsas həm tarixi olaraq, həm də ki, hal-hazırki kontekstdə güclü tərəflərindən biri odur ki, təəssüf ki, bir bədən öz mübarizəsi ilə, yəni elə bir vəziyyətdə qalır ki, ancaq öz bədən mübarizəsi ilə məhdudlaşmalı olur. Biz bunu, məsələn, feminist perspektivdən də baxsaq, ilk dəfə acıq aksiyalarının özünün mübarizə forması kimi sufragetlərdə görürük. 20-ci əsrdə qadınların mübarizəsində hansı ki, onlar da həbs olunurlar və həbs olunandan sonra acıq aksiyalarına başlayırlar və sonra başqa çoxlu nümunələr var. Amma mübarizə metodlarından danışmadan öncə yenə qayıtsaq əgər Azərbaycandakı avtoritarizmin taktikalarına və avtoritarizmin xüsusiyyətlərinə, məncə hal-hazırki dövr, yəni həqiqətən də öz ən total avtoritar, total güc mexanizmlərini inkişaf elətdirdiyi bir dövrdəyik və burada edilə biləcək şeylər olduqca məhduddur. Yəni bunu nəzərə almaq lazımdır. O baxımdan ki, nəinki, yəni əgər əvvəl deyək ki, hansısa məhkəmədən bir yeni qərar gözlənilirdisə, indi bütün qərarlar suveren gücdən gözlənilir. Yəni indi hər şey İlham Əliyevin və onun ətrafında olan insanların qərarından asılıdır və geosiyasi olaraq da baxsaq bu məsələyə, əvvəl düşünülürdü ki, məsələn, hansısa beynəlxalq təşkilatların təzyiqi ola bilər, hansısa səfirliklərin təzyiqi ola bilər, hansısa fərqli geosiyasi aktorlar necəsə intervensiya edə bilərlər bu məsələlərə, amma indiki reallıqdan görürük ki, artıq o da belə heç hansı bir gücdə və yaxud da maraqda deyil və bu marağın olmaması da məncə İlham Əliyevin özünə və onun hakimiyyətində olan insanların hamısına aydındır ki, Azərbaycan öz repressiv gücünü artırması bugün qlobal olaraq da, regional olaraq da heç bir sual yaratmır. Yəni heç kim Əliyevin qapısını döyüb ondan hansısa bir formada qərarların dəyişməsini tələb edə bilməz. Və bu kontekstdə məncə biz artıq beynəlxalq vəziyyətdə, beynəlxalq şəraitdə bir totalitarizmin güclənməsini görürük. Yəni bunun Azərbaycanın da bir subyekt olaraq, biz periferial subyekt olaraq, periferial dövlət olaraq bundan necə bəhrələndiyinə şahid oluruq. Belə, yəni əslində demək istədiyim şeylər çoxdur, amma mən məncə hələ ki burada saxlaya bilərəm, dayana bilərəm ki, yəni sonda demək istədiyim şey odur ki, yəni hüquqdan cəza mexanizmi istifadə etməsi bir avtoritar dövlətin ən rahat istifadə edə biləcəyi bir alətdir. Sağ ol sevinç fikirlərin üçün. Atəməl, buyurun sizə verim sözü. Azərbaycanda kütləvi siyasi repressiyalar və bu dalğanın, həm tarixi, həm də bu dalğanın xüsusiyyətləri və məqsədi. Niyə bu dəfə bu qədər davamlı şəkildə və bu qədər cəsarətli şəkildə baş verir bütün bunlar? Çox sağ olun Samira xanım, çox sağ olun Cəmil müəllim, Sevinç xanım, çox sağ olun sizin maraqlı söhbətlərinizə görə. Cəmil müəllim bir xeyli danışdı.
oxşar cəhətlərindən repressiyaların çoxu bir-birinə sözsüz ki, oxşayır. Diktatorlar da əksərən bir-birinə oxşayır. Sözsüz ki, fərqli və 37 yadımıza gələn 37-ci il tarixçisi kimi öyrəndiyimiz 30-cu illərlə indikinin arasında oxşar cəhətlər də var, fərqli cəhətlər də kifayət qədər çoxdur. Amma dediyim kimi ümumi inkişaf xətti var və bu ümumi inkişaf xəttinin müəyyən nüansları var, fərqli cəhətləri də var. Ondan ibarətdir ki, sözsüz ki, birinci məsələ, istənilən repressiyada birinci məsələ yeni insan tipinin formalaşdırılmasıdır. Nədir bu yeni insan tipi? Ki, bu tamamilə mövcud hakimiyyətin, belə deyək, aliliyini, ilahiliyini, böyüklüyünü qəbul edir bir mənalı şəkildə. Deməli, onu özünün belə deyək də ən ali varlığı kimi qəbul edir. İndi məsələ burasındadır ki, məsələn Stalinizm dövründə bunun ideoloji əsası var idi. Bizdə bunun ideoloji əsasını formalaşdırmaq olduqca çətin məsələdir. Çalışırlar. Əslində bugün elədikləri və ideoloji dəyişmələr də baş verir. Çox şeylər vardı ki, 90-cı illərdə qəbul eləmirdilər. İndi belə deyək də qəbul eləmək və yaxud da ondan yararlanmaq yolunu tutublar. Bizim hakimiyyətdən söhbət gedir. Amma eyni zamanda burada çox vacib məsələlərdən biri diktatorun özünün transformasiyasıdır. Məsələ burasındadır ki, Stalin də şəxsiyyətəpərəstliklə məşğul idi. Stalin də belə deyək şəkillərini hər yerə yapışdırırdılar. Stalin də özünü tutaq ki, Lenini şişirtmək, tutaq ki, onu yaradıcı, böyük və s. kimi göstərmək bu Stalinin özünün legitimliyini təmin eləmək üçün bir vasitə idi. Siz cavansınız, bilmirsiniz, amma biz Cəmimlə görmüşük hər yerdə Lenin, hər yerdə, hətta biz Stalin dövrünü görməmişik. Stalin dövründə Stalin şəkli də olurdu. Amma bizim dövrümüzdə var idi şəkil, gəlirdi Marks'di, Marks idi, Engels idi, sonra Leninin şəklini demək olar ki, hər yerə vururdular. Yəni mahiyyət belə idi ki, bu hakimiyyətin belə deyək ideologiyası var idi və bu ideologiyanın mövcudiyyəti əslində Stalinin belə deyək də o ifratlaşmasının müəyyən də şəxsi cəhətdən o ifratlaşmasının qarşısını alırdı. Məsələn, Stalin yəqin ki, ağlına gəlmirdi ki, hakimiyyəti hansısa məqamda oğlunu ötürə bilər. Yəni bəlkə də yəni bu ideoloji cəhətdən biraz çətin məsələ. Çünki ideologiya var idi və onu ki, bunlar monarxiya qarşı mübarizə aparıblar, bunlar belə deyək feodalizm ideoloji düşməndir və bu nöqteyi nəzərdən bunu həyata keçmək çətin idi. Amma indi biz gördüyümüz nədir? Biz gördüyümüz ondan ibarətdir ki, Sovet Respublikası, yəni nə qədər də biz onu tənqid eləsək bir sistem formalaşmışdı. Biz görürük ki, postsovet məkanında ilk dəfə olaraq Sovet Respublikası de facto monarxiyaya çevrildi. Məsələn, indi sizə cavanlar sizin üçün bu qəribə gələ bilər. Amma məsələn, mənə bunu 90-cı illərdə desəydilər, mən deyərdim ki, sən distopiyadan danışırsan, bu mümkündür. Yəni, belə şey Azərbaycanda həyata keçirilmək, ümumiyyətlə Sovet məkanında mümkündür. Çünki bizim tərbiyəmiz tamam başqa cür formalaşmışdı. Amma gözümüzün qabağında bu baş verdi. Və burada vacib məqam odur ki, o şey ki, Stalinin belə deyək, o şəxsi transformasiyasının qarşısını alırdı, o şey İlham Əliyevdə yoxdur. Və biz gözümüzün qabağında hansı prosesi görürük? Distopiyanın, başqa cür distopiyanın yaradılması. Məsələn, gözümüzün qabağında yadınıza gəlir, məsələn, Kaddafinin qadın, ətrafında qadın axrannikləri var da, yəni can güdənləri var idi. Çadırla gəzirdi, gedirdi məsələn hansısa şəhərə, New York'a gedirdi, Parisə gəldi, çadır qururdu, Çarlıda yaşayırdı. Biz məsələn Türkmenistanda gözümüzün qabağında nə baş verir? Məsələn, bir diktator var, bir gün çıxır deyir ki, bu günləri hamı velosiped sürəcək. Sürə bilirsən, sürə bilmirsən, dəxli yoxdur. Bütün adamlar tökülürlər küçüyə, hamı velosiped sürür. Hamı eyni paltar geyinir. Yəni, hamının eyni paltarı var. Hamı hardasa oturanda, kimsə danışanda mütləq əlində uçqa qələm yazmalıdır. Distopiya yaradır da, yəni bu bir nətər deyim sizə, bir sistem yaradır. Bu şəxsi, adamın şəxsi, özünün şəxsi transformasiyası. Bax, bizdə bugün baş verən proses, bax, buna oxşayır. Nəinki, tutaq ki,
Stalin dövründə olana. Çünki Stalin dövründə belə sözün əsl mənasında bir progressiv ideya var idi ki, o progressiv ideya nə qədər də Stalin diktaturasını söysün, o progressiv ideyanın dünyada çoxlu tərəfdarları var idi və çoxlu ona rəğbət bəsləyən var idi. İkinci məsələ nədən ibarətdir? Ki bu da birinci məsələdən doğur. Bu da ondan ibarət ki, baxın, Stalin hakimiyyətə gəlib daha belə deyək, onun oturuşması zadı 20-ci illərin 24 zad bu gensək zad olması, Leninin ölməsi əsas deyil. Əsas odur ki, o rəqibləri sıradan çıxardır və Sovet hökuməti əvvəldən repressiyalarla məşğul olub. Amma o repressiyaların intensivləşməsi daha çox 27-28-ci ildən sonra 30-cu illərdə baş verir. Yəni bu dövrü götürsün, təxminən 27-28-ci illərdən Stalinin ölünə kimi. Ortada müharibə dövrü var, yumuşalma dövrü var və s. 4 il bizdə az çəkdi, 1 ay. Məsələn, o üst-üstə götürsün 28-ci ildən 53-cü ilə kimi 15 il eləyir də cəmi. 25 il. 25 il eləyir. Elə deyil. Və bu 25 ildə artıq müharibə qutaran Stalin ölənə o dediyim o insanı dəyişdirmək, yeni insan yaratmaq məsələsini həll eləmişdi. Yəni həll olmuşdu o məsələ. Məsələn, Cəmi mənim də bilir bunu. Çox maraqlı Rəsulzadənin bir şeyi var. Nədir o xatirələrində yazır ki, deməli bu 43-cü ildə Almaniyada Azərbaycanlılara rast gəlir. Orada əsir olan Azərbaycanlılara onu söhbət edir. Və özünün şokunu yazır ki, bu insanları nətər 20 ildə tamamilə, yəni ki, cəmi 20 ilin içində bu qədər cəmiyyəti transformasiya eləyər. İnsanları bu cür transformasiya eləmək mümkündür. Baxmayaraq ki, həmin insan cəmiyyət, yəni sovetləşməyə qədər cəmiyyət, 20-ci illərdə 27-ci ilə qədər ki, dövrü hardasa inqilabda qədərki dövrün davamı hesab eləmək olar. Çünki bir çox intellektuallar, həmin intellektuallar idi bu hökumətin başında olanlar da. Və burada çox vacib məqam ondan ibarətdir ki, Rusiyada 1861-ci ildə 2-ci Aleksandrdan etibarən islahatlar başlamışdı. Və bu təbəqə məhz o islahatlar dövründə formalaşmışdı. Və bu təbəqənin formalaşmasına İrandakı inqilablar, bizdən söhbət gedir, İrandakı inqilablar təsir eləmişdi, Osmanlıdakı tutaq ki, tənzimat təşkil eləmişdi. Yəni bunların kifayət qədər yaxşı azadlıqdan istifadə eləmiş bir cəmiyyət 20 ilin içərisində o cəmiyyəti tamamilə transformasiya eləməyə müvəffəq olmuşdu. Biz cəmi 5 il görmüşük. 88-ci ildən 93-cü ilə kimi azadlığı, həqqi mənada, bütün çatışmayan cəhətləri ilə, bütün problemləri ilə əlaqədar hər cür azadlıq var idi də. Toplaşmaq azadlığı var idi, media azadlığı var idi, din azadlığı var idi, nə bilim, siyasi partiyalar yaratmaq azadlığı var idi. 93-dən bugünə nə qədər eləyir? 32 il ərzində. Amma bu 32 il ərzində hələ bu hakimiyyət Stalin elədiyini eləməyi bacarmayıb. Baxmayaraq ki, burada da 93-cü ildən, bayaq Cəmim dediyi kimi, 93-cü ildən bu tərəfə bu hökumət durmadan repressiyalar aparır. Hər şeyin qabağını olur. Bax, siz bilmirsiniz, biz parlamentdə müzakirələr görmüşük, davalar görmüşük. Parlamentdə 4-cü mikrofon idi. Cəmaət çıxırdı, danışırdı. O sizə utopiya kimi gələ bilər. Amma biz onu görmüşük. Parlamentdə müzakirə görmüşük. Biz parlamentdə tərəflərin, belə deyək, müxtəlif ideyalarla çıxış eləməsini görmüşük. Biz mətbuatın tamamilə azad olmasını görmüşük. Küçələrdə satılmasını görmüşük. Və 30 ildir bununla mübarizə aparılır. Xeyli nailiyyət əldə ediblər, nailiyyət demək mümkündürsə, amma hələ də o prosesə son qoya bilməyiblər. Niyə qoya bilməyiblər? Sözsüz ki, burada deməli, geopolitik vəziyyətin təsiri var, xarici amilin təsiri var. Bir də dövr başqadır, texnologiyalardır. Məsələn, bir misal çəkim. Bax, indi gördüyünüzü tamamilə qapatmaq niyyəti var. Yəni, informasiya məkanını tamamilə qapatmaq niyyəti. Birinci cəhd buna 2009-cu ildə o referendum dövründə olmuşdu. Mənim yadıma gəlir. FM-də biz oturuq, məsələn, maşın
oturub biz Azadlıq Radiosunda tənqidə qulaq asırdıq, nə bilim Voice of America'da qulaq asırdıq, BBC-də qulaq asırdıq. Maşında otururuq da FM dalğaları ilə verilirdi. Bəli. O artıq axırıncı nöqtə idi. Çünki ona qədər televizorları sıradan çıxarmışdılar. Halbuki biz televizorlarda da müzakirələr görürdük, televizorda da müxalifət görürdük. Onu sıradan çıxarmışdılar. Ona qədər satılan mətbuatı sıradan çıxarmışlar. Yəni print olunan mətbuatı da, çap olunan mətbuatı. Halbuki biz bilirik ki, indi tamamilə hökumətin belə deyək ruporlarından birinə çevrilmiş Yeni Müsavat qəzeti ki, mən də vaxtilə onda yazırdım. Yeni Müsavat qəzeti ölkədə ən populyar qəzet idi 98-99-cu ildə. 50.000 tirajla satılırdı. Müxalif qəzeti idi. Satılırdı, cəmaat oxuyurdu. Hara gedirdin, cəmaat onu oxuyurdu. Və yaxud ki, ondan qabaq Azadlıq qəzetini cəmaat küçələrdə alırdı. Məsələn, milyonlar alırdı 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində. Biz bunu görmüşük. Amma gəlib 2008-2009-da axırıncı ümid yerimiz həmin o FM radioları idi ki, açırdıq, baxırdıq. 2009-da hökumət onu bağladı ki, qutardı. Biz tamamilə deməli informasiya məkanına sahib olduq. Amma həmin 2008-2009-da bir başqa hadisə baş verdi. Azərbaycanda sürətli internet, üstə gəl sosial şəbəkələrin populyarlaşması. Tamamilə hökumətin deməli o informasiya məkanının üzərində monopoliyası var idi ki, 20 ildir qururdu onu tədricən. Tamamilə sıradan çıxartdı. 15 ildir qururdu. Tamamilə məhv elədi. Düzdür, indi vəziyyət başqadır. İndi artıq sosial şəbəkələr 2009-cu ildə kimi deyil. Yüzlərlə, minlərlə pul qoyub saxta deməli şeylər yaradıblar. Nədir onun adı? Saxta səhifələr, filanlar, botlar, nə bilim trollar, yəni bu günləri nəzarət eləyirlər. Amma mən demək istədiyim başqa şeydir. Mən demək istədiyim odur ki, 33 ildir, yəni 32 ildir bu proses gedir. Hələ bunlar öz istədiklərinə tamam çox qapadıblar, çox şeyə nail oldular. Amma tamamilə sıradan çıxarda bilməyiblər. Halbuki Stalin öləndə demək olar ki, heç nə yox idi artıq. Tamam başqa cür situasiya idi. Bu günləri bunlar bunu yaratmağa müvəffəq olmayıblar. 2014-2015'də dediyimiz həmin şeydir. O cəhdlərdən biridir. 2008 idi, sonra bir də cəhd elədilər. Onu da apara bilmədilər. Bu gün bir dənə də cəhdi. Və bugünkü cəhdin yaranmasının bir səbəbi də var. Biz Sevinç xanım danışdı müharibə məsələsindən. Tamamilə mənim də o məsələyə baxışım var. Mənim baxışım necədir? Bilirsiniz, müharibə dövründə belə bir əhval-ruhiyyə var idi cəmaat arasında. Hətta ağıllı adamlarla, məsələn, mən söhbət edirdim, deyirdilər ki, müharibədən sonra qalib xalqlar, məğlub xalqla davranılan kimi davranıla bilməz. Yəni tamam başqa şey olacaq. Amma sistemi heç kim nəzərə almırdı ki, yəni bu sistem başqa cürdür. Yəni sən bu xalqın səsi əlindən alınmış sistemdir. Müharibədən sonra əslində avtoritar daha da güclü olacaq və aydın məsələdir ki, onun belə sözü daha qüvvətli olacaq. Nəinki bu vaxta kimi səsi kəsilmiş xalqın. Və burada mən hesab edirəm ki, avtoritarın özünün də inandığı bir məsələ var idi ki, o da o istədiyi kimi olmadı. Nədən ibarət idi? Mən hesab edirəm ki, avtoritar düşünürdü ki, mən müharibəni qalib olacağam. Bu xalq daha mənim sözümə qeydsiz, şərtsiz, heç bir problemə fikir vermədən, heç bir sosial problemə fikir vermədən, ta mən burada əbədi qəhrəmanam, mənim heç bir sözüm artıq, belə deyək də, şübhə ilə qarşılana bilməz, tənqid oluna bilməz, mənim heç bir addımım və s. Və birdən-birə söyüdlü hadisələri baş verdi. Mən hesab edirəm ki, söyüdlü hadisələri İlham Əliyevə çox pis təsir elədi. O gördü ki, cəmaat bu müharibə odur, bu sayır, amma cəmaat hələ də etiraz edir, nəysə tələb edir. Hansısa, belə deyək, o environmental, yəni o ətraf mühit katastrofasını ona etiraz edir. Sonra da, və bu, mən hesab edirəm ki, İlham Əliyevin o əvvəlki planını daha intensiv şəkildə həyata keçirmək qərarına gətirib, tutardı. Yəni bu vaxta kimi eləyə bilməmişəm, biz artıq bu məsələni tamamilə həll eləyəcəm, tamamilə sona qoyacam və mən dediyim o distopiyanı yaratmağa müvəffəq olacam. Nədir bu distopiya? Çox maraqlıdır. Yəni ki, mahiyyət etibarilə heç nə dəyişmir. Yəni ki, mahiyyətdə, keyfiyyətdə dəyişilən bir şey yoxdur. Amma görüntüdə dəyişilməsini istəyir. Məsələn, təsəvvür edin ki, adam deyir ki,
Adam diktator olmaqda problem görmür. Cəmaatı həbsə atmaqda, filan da, şərləməkdə, diktator hakimiyyətində problem görmür. Amma kimsə buna diktator deyəndə ləyaqətinə toxunur, xoşuna gəlmir. Yəni eləməyi problem yoxdur. Əsas odur ki, deməsinlər. Eybi yoxdur, mən eləyim, amma əsas odur ki, bu məsələ mənə heç kim bunu deyən olmasın. Əsas budur, əsas görüntüdür. Görüntüdə mənə diktator deyən olmasın, eləməyimsə problemi yoxdur. Və təsəvvür edin ki, bütün cəmiyyət bu gündədir. Bütün cəmiyyət bu şəklə salınıb. Yəni ki, görüntü var, görüntü yaradılır, amma mahiyyətə gedəndə heç də yoxdur. Hər şey tamamilə belə deyək, regress dövründədir. İndi mən siz bəlkə mənə əlavə eləyər, sizin müşahidələriniz var, gənc nəsil siz müşahidə edirsiniz. Amma mənim gördüyüm nədir? Televizorlara baxıram, keyfiyyət, dəhşət, insanların keyfiyyəti, yəni ki, o televizorda nələr verirlər, nəyə qulaq asırsan, niyə o keyfiyyət? Daha doğrusu keyfiyyətsizliyi demək istəyirsən. Keyfiyyətsizliyi təbii ki, ədəbiyyat, biabırçılıq, musiqi, biabırçılıq, elm, biabırçılıq, təhsil, biabırçılıq, hansı sahəyə baxırsan, elə bil ki, bu cəmiyyət regress dövrünü yaşayır. Yəni ki, mən sabah bu sistem dəyişə bilər, amma bu regresi yenidən ayağa qalxızmaq, yenidən düzgün istiqamətə yönləndirmək, yenidən buna bu təkanı vermək nə təhər olacaq, nəyəsə ürəyim doludur, çox vaxt uzalmayayım, üzr istəyirəm. Sağ olun Altəməm. Mən bir kəlmə əlavə Buyurun, edeyim. buyurun. Mətbuatla bağlı deməli Altay müəllim dedi. Mən hardasa bir ay əvvəl şəhərin müxtəlif yerlərində yerləşən qəzet köşklərinə bir baş çəkdim. Belə kiçik bir monitoring kimi də. Məsələn, bu köşklərə gələn qəzetlərin neçə faizi, nə qədəri satılır, nə qədəri qaytarılır. Siz təsəvvür edirsiniz, orta rəqəm nə çıxdı? Köşklərə gələn qəzetlərin vır tut 16% satılır, 83% hər ayın axırında geri qaytarılır. Çünki o mətbuat adı ilə təqdim olunanın mətbuata heç bir aidiyyəti yox. Və mən əminəm ki, o 16%-in də müəyyən bir hissəsi qəzetdən oxu materialı kimi yox, belə bir nə isə bükmək, nə bilim, təxminən bu məqsədlər üçün istifadə olunduğu gətirib o 16%-ə çıxardır. Bir də ki, avtoritarizm, yəni burada iki mühüm faktor mühüm rol oynadı. Bunun biri korrupsiya və kleptokrat. Bilirsiniz, Altay bəy dedi, Stalin klassik diktator idi. Stalin korrupsioner deyildi. Stalin rüşvətxor deyildi. Stalin üçün tutalım deyək ki, o vəzifə onun bütün deyək ki, iddiaların təmin edirdi. İlham Əliyev həm korrupsiya ilə məşğul olur, həm də istəyir ki, onu avtoritar diktator deyən olmasın. Yəni bunu bir sıra digər zatlara da şamil eləmək olar. Diktatorlara da. Yəni müasir diktatorların, klassik diktatorlardan fərqi odur ki, müasir diktatorlar həm də oğrudur, həm də korrupsionerdirlər, həm də kleptokratdırlar. Məsələn, təsəvvür eləyirsənmi? Bir adamı bir vəzifəyə təyin eləyirlər. Gəlir 10 il, 15 il, 20 il orada işləyən işçiləri yığır. Deyir ki, ərzözü yazın, çıxın, mən öz adamlarımla işləmək istəyirəm. Yəni, orada 5 il, 10 il işləyən adamları o öz adamı hesab eləmir. O istəyir ki, öz korrupsiya komandasını gətirsin. Və qorxusuz, sürksüz korrupsiya ilə məşğul olsun. Və bu adamların asan, yəni niyə mətbuat indi daha çox hədəfə gəldi? O mətbuat ki, hakim ailənin, hakim rejimin korrupsiyasını araşdırıb ortaya qoyur. Məsələn, elə Söğüdlü hadisələrində. Naxçıvanda, deyək, mülkiyyətə münasibətdə əl dəyişməsində. Məsələn,
Trump prezidentdir, cəmisi 4 milyard zadı var, sərvəti var. İlham Əliyevin gənc qızlarının, 2 gənc qızının 13 milyard dollar sərvəti var. Yəni bu indiki diktatorlar ona görə gəlib bu həddə çatdılar ki, onların oğurladıqları, mənimsədiklərinin, əyri yollarla ölkədən çıxartdıqların mətbuat onların üzünə dedikcə bunlar qıcıqlanmağa başladı. Və nəticə etibarilə medianı sıradan çıxartdılar. Bunu əlavə eləmək istəyir. Çox sağ olun Cəmil müəllim. Müqayisə elədik Sovet dövrü ilə, məncə də əsas məsələlərdən biri ümumiyyətlə ideologiya məsələsidir ki, ideologiya, tutaq ki, Stalin əgər daha üst, daha progressiv, modernləşmiş bir cəmiyyət ya da Sovetlər deyək ümumiyyətlə, daha inkişaf etmiş bir sənaye yaratmağa çalışırdılarsa, bir tərəfdən əgər repressiya olub, digər tərəfdən isə sosial-iqtisadi məsələlərdə hansısa və həm də mədəni təhsil məsələsində hansısa irəliləyiş göstərirlərsə, bu günləri biz müqayisə eləyəndə bu ikisindən də danışırıq. Sabah bir gün indiki tarixi dövrü müqayisə eləyəndə hansı sosial-iqtisadi və yaxud da mədəni tərəqqidən söz gedəcək, hansı progressiv ideyalardan söz gedəcək bu repressiyaların fonunda, onun düşünülməyi lazımdır ki, bu qədər repressiyanın fonunda bəs o zaman xalq üçün nə baş verdi? Xalq üçün əgər bir şeylər baş versəydi, mütərəqqi və yaxud da progressiv, qələbənin tamamilə ardıcıl söyüdlü hadisəsi baş verməzdi. Ya da ki, repressiyaların ən qızğın vaxtında imişli hadisəsi baş verməzdi. Yəni, total susqunluq, total qorxu və güc məkanı, qaranlıq bir mühit yaradılmağa çalışsa da gördüyümüz odur ki, problemlər, ədalətsizlik, sosial və iqtisadi geriləmə, ümumiyyətlə, yəni, heç bir tərəqqi və insan üçün, xalq üçün, həqiqətən, yəni xalq üçün baş verən heç bir islahat və yaxud da ki, mütərəqqi proses olmadığı müddətcə bu total susqunluğa yəqin ki, çatmaq mümkün olmayacaq. Ən azından buna inanmaq istəyirəm və tarixi danışdığımız dialektikada məncə bunu göstərir, bunu deyir. Bundan başqa, deyəsən, Alfa müəllim siz nəsə əlavə eləmək istəyirdi. Sonra isə mən istəyərdim Tofiq Yaqublu, onun ölüm orucu, ümumiyyətlə nəyə görə biz bugün artıq hüququn heç bir institutun işləmədiyini görüb, ən son mübarizə metodu olan bir insanın öz bədənini, öz canını silaha çevirib, bu repressivliyə və bu totalitar mühitə qarşı tuşlamağını görürük. Bunun özü çox simvolik, həm də çox dəyərli, həm də ən radikal mübarizə formalarından biridir. İstəyərdim Tofiq Yaqubun ölüm acılığı və ümumiyyətlə Azərbaycan cəmiyyətinin artıq gəldiyi bu vəziyyət haqqında danışaq. Bu son vəziyyət haqqında. Buyurun Altay müəllim, siz əlavə eləmək istəyirdiniz. Bir kəlmə onu mən özüm danışanda əlavə eləyərəm, onu deyərəm indi söz. Oldu. Çox sağ olun. Bugün yenidən istəyirəm sıranı pozmayaq. Cəmil müəllim sizdən başlayaq. Düzü siz Tofiq Yaqublu haqqında danışmışdınız. O 98-ci ildə hətta siyasi məhbusluq həyatına başlayıb, çox əvvəlcədən və hələ də həmişə də repressiyaların öz mübarizəsi ilə heç vaxt susmamağı ilə mübarizələrin deməli hədəfinə, daha doğrusu repressiyaların hədəfinə çevrilir hələ də. Bilirsən, mən sizə qəribə bir şey deyim, bu biraz da psixoloji bir momentdir. Kim İlham Əliyevi hansı formada tənqid eləyirsə, İlham Əliyev də ona eyni o formada cəza verir. Məsələn, Professor Qubad İbadoğlu hakimiyyəti saxtakarlıqda ittiham eləyirdi. Məsələn, bu tenderlərin keçirilməsi saxtakarlığında, azad olunmuş rayonların bərpa prosesində yol verilmiş saxtakarlığa və yaxud insanların rifahı ilə bağlı olunan manipulyasiyalarda və gördünüz onu saxta pul kəsmək ittihamı ilə, dollar kəsmək ittihamı ilə tədbirlədi. Tofiq Yaqublu mənəvi cəhətdən çox təmiz adam. Və bu hakimiyyətə qarşı barışmaz bir müxalif. Bu hakimiyyəti dələduzluqda
ittiham eləyirdi, avtoritarizmdə ittiham eləyirdi, kleptokratiyada ittiham eləyirdi, saxtakarlıqda ittiham eləyirdi, xüsusilə seçki saxtakarlığında və s. Və yer gəlmişkən deyim ki, bu artıq Tofiq Yaqublunun 4-cü həbsi. Bundan qabaqki, deməli, ikinci həbsi bilirsiniz nə vaxt baş vermişdi? Pandemiya başlayanda. 20-ci ilin mart ayındakı pandemiya başlanması ilə bağlı İlham Əliyevin martın 19-unda çıxışı oldu və o məsələni belə qoydu ki, başlanmış bu yeni şəraitdən deməli, cəmiyyətdə təmizləmə aparılması üçün istifadə olunmalıdır. Yer gəlmişkən deyim ki, bu təmizləmə də biraz 37 ilə həmqafiyyədir. O devirdə də, indi də cəmiyyətin ən şərəfli, ən ləyaqətli, ən doğru-dürüst adamların tutub adını qoyurlar təmizləmə. Çistka. Xüsusilə 37-də buna bu çistka sözü o qədər işlənirdi ki, hətta o devirdə Azərbaycanda heç kəs buna təmizləmə demir. Elə hamı çistka deyir. İndi mahiyyət etibarıyla bu İlham Əliyevin elədiyi də bu çistkadır və bu pandemiya bundan ötürü bir göycən düşmə olmuşdu. Həmin çıxışın birinci hədəfi kim oldu? Tofiq Yaqublu oldu. Deməli, adama qarşı əməliyyat qurmuşdular ki, bir maşın gəlib buna toxunmalıydı, bu düşməliydi yerə, onlarla davalaşmasıydı. Maşın gəldi, toxundu, Tofiq Yaqublu maşından düşdü. Və burada bütün, necə deyərlər, o senari pozuldu da. Amma qanunsuzluq o həddə gəlib çatıb ki, Tofiq Yaqublunun maşından düşüb-düşməməsi burada elə bir rol oynamadı. Nəticə etibarıyla senarləşdirilmiş həbsi verdilər. Tofiq Yaqublu aclığı həm də ona görə edir ki, Tofiq Yaqubluya qarşı tək qanun pozulmuyor. Tofiq Yaqubluya tək böhtan atmayıblar, tək şər atmayıblar. Çox-çox üzr istəyən bu ifadəyə görə Tofiq Yaqubluya qarşı həyasızlıq eləyirlər. Yəni, Tofiq Yaqublu o şey uğrunda ki, mübarizə aparırdı, xüsusilə bu mühacir alveri məsələsində, indi gedib, məsələn, Tofiq Yaqublunun deyək, sosial mediadakı yazılarına baxsalar, WhatsApp qruplarındakı yazılarına baxsalar, ya toplantılardakı çıxışlarına baxsalar, Tofiq Yaqublu, belə deyək də, bunun tam əleyhinə idi. Və Tofiq Yaqublunu nə üstə tuturlar? Dələduzluq üstündə. Tofiq Yaqubluya qarşı dələduzluq ittihamı irəli sürmək və bu ittihamla Tofiq Yaqublu haqqında hökm çıxartmaq, bu tək cəza vermək deyil. Bu, siyasi, hüquqi cəzadan başqa, həm də mənəvi cəza. Yəni, adama tək böhtan atmırlar. Adamın dəyərlərin tamamilə tərsinə çevirirlər. Və Tofiq Yaqublunun aclıq eləməsinin böyük bir hissəsi bununla var. Və bu günləri aclığın 13-cü günüdür. Tofiq Yaqublunun da az yaşı yoxdur, 64 yaşı var. Deyək, 59 yaşla indikinin arasında bir 5 il, 6 il fərq var. Və bədənin dözümü, adam əməliyyat keçirdibdir, öd kisəsi çıxarılıbdır, ondan sonra həbsxana şəraitində aclıq eləyir, bütün bunları heç bir tibbi təminat yoxdur, bunları nəzərə alanda faktiki olaraq adam ölümlə üz-üzə dayanır. Və Tofiq Yaqublu hesab eləyir ki, buna ki, bu 9 il iş veriblər, sadə hesablamaları ilə bu 75 yaşında həbsdən çıxmalı. Və Tofiq Yaqublu öz bu aclıq mübarizəsi ilə
sadəcə olaraq seçim eləyibdir. O ya azad olmalıdır, ya ölməlidir. Və vəziyyəti böhranlı edən, vəziyyəti təhlükəli edən də bundan ibarətdir. Yəni, bu günləri nə qədər deyilsə də Tofiq Yaqublu öz fikrindən dönmədi və öz qərarında qəti olduğunu bildirdi. Yəni, adam şuurlu şəkildə bu ölüm acılığını seçdi və yer gəlmişkən deyim ki, bu 13 gün ərzində onun deyək səhhətində baş verənlər bir daha təsdiq eləyir ki, adam addım-addım ölümə doğru gedir. Ona görə cəmiyyət bu məsələyə biganə qalmamalı. Və Tofiq Canın bu cəmiyyətin azad olunması, müstəqil olması, demokratiyaya qovuşması uğrunda fəda edən adamlardan biridir və bəlkə də birincisidir. Və mən biraz obrazlı formada desək, nə vaxtsa Azərbaycanın müstəqilliyi haqqında gerçək bir bədii əsər yazılsa, ola bilər ki, o əsərin qəhrəmanının adı Tofiq Yaqublu olmayacaq. Amma həmin qəhrəman ilə Tofiq Yaqublu'nun keçdiyi həyat yolunu keçəcək. Tofiq Yaqublu'nun zəfər və faciəsi orada əks olunacaq. Və bu, bilirsən, bir ailənin dramıdır. Bir insan taleyinin məhv edilməsidir. Bir ailənin məhv edilməsidir və insanlar nə qədər istirab içərisində yaşayır. Bilirsən, gəliblər evində axtarış aparırlar. Tutalım, deyək, nə bilim, $7.000, 2.000 manat pul çıxarılır. O dollar bunu çıxardan təşkilat tərəfindən mətbuata açıqlanır. Və üstündən 10 gün keçir, birdən-birə bu dollar dönüb olur euro. Yəni, bu nə hüquqdur, bu necə hüquqdur? Tofiq Yaqublu'nun evində axtarış aparanda o elə bir yerdə yaşayır ki, elə qapı bilavasitə yola açılırdı. Adamlar da keçirlər, gedirlər biri o yana, biri qurub orada tutalım deyək, nə bilim, küçə ticarəti ilə məşğul. Təsəvvür edin ki, şahidin biri Şəkidəndir, hal şahidin biri Şəkidəndir, biri də Bərdədən. Və bütün 8 aylıq məhkəmə prosesində şahidləri ortaya çıxarmadılar. Və biri bu Şəkilidən soruşsun ki, qardaş, sən bu qaraçuxura necə gəlib çıxmırsan? Və necə gəlib çıxmırsan ki, məhz səni şahid kimi bura salıblar? Ya bu Bərdəlidən soruşmalı. Yəni, bu istintaqın hər addımı adamın ləyaqətinin alçaldılması, şəxsiyyətinin alçaldılması, təhqir edilməsi, ailəsinə münasibətdə bu təhqiramiz deməli, metodikadan istifadə edilməsi. Bu belə hər səhifədə deməli bu açıq aydın görsənir. Ona görə bu Tofiq Yaqublu'nun aclığına münasibətdə mənə elə gəlir ki, cəmiyyət biraz fikirləşməlidir, biraz məsuliyyət hiss etməlidir və bu hadisə baş versə, yəni bu tək hakimiyyət üçün deyək ki, bir problemə çevrilməyəcək. Bu bütövlükdə Azərbaycan cəmiyyəti üçün böyük bir sınaq məqamıdır. Və bu yükün bir hissəsi də cəmiyyətin üzərində. Ona görə cəmiyyət Tofiq Yaqublu'nun azad olunması uğrunda səfərbər olub. Mən bu qədər, indi sonra da fikrim olsa deyərəm. Çox sağ olun Cəmil müəllim. Çox yaxşı qeyd elədiniz. Hətta araşdırmacılardan biri bu ölüm acılığının ümumiyyətlə mübarizə metodu kimi analizi ilə bağlı, ümumiyyətlə, yəni bunun açıqlamasına bağlı yazanda çox xoşuma gələn bir söz var idi orada. Gambling with moral. Yəni əslində bunu istifadə edən insanlar bunu sadəcə özləri üçün yox, bir cəmiyyətin və yaxud da tamamilə çökmüş, çürümüş sistemlərin, total nəzarətdə olan sistemlərin dağıdılması ya da hər hansısa gələcəkdə dağıdılmasına
duyulan ümidə doğru bir təkan kimi görürlər. Bu həm də simvolik olaraq o cür bir mübarizədir. Çünki bir insan özü yəqin ki, həyatını həm özünün şəxsi dəyərləri və əxlaqı üçün, həm də cəmiyyətin oyanmağı üçün, oyanışı üçün qurban eləyir və bir növ insanların, cəmiyyətin, bir toplumun, bir icmanın, bəlkə də hətta bir diktatorun, bilmirəm, vicdanı ilə qumar oynanılır və bu vicdan sonradan yəqin ki, bilinəcək ki, oyanırmı, oyanmırmı, bu uduzulurmu ya da udulmuş bir oyunmu olur. Amma hər halda ümidimiz onadır ki, bizə bizə verilmiş, təəssüflər dediyiniz kimi o məkanların gedərək azaldılması, bu repressiyalarla bizim artıq mətbuatdan, print, yəni çap olunmuş mətbuatdan radiodan artıq tamamilə bu virtual məkanlara, sosial medialara ki, sosial medialarda artıq böyük o texnologiya nəhəngləri tərəfindən artıq ələ alınır, senzorlaşdırılır və amma yenə də yəni bu qədər kiçik bir məkanda belə bir aktivizmin hələ də aparılması özü də ümid vericidir və ümid eləyək ki, bu da öz yerinə çatacaq və buyur Sevinç, sənə söz verim. Çox sağ ol Səmirə. Yəni birinci məsələ məlumatsızlıq deyək. Yəni mediadan danışsaq, ümumiyyətlə insanların reaksiyasızlığından, siyasi susqunluqdan danışsaq, məlumat azlığı, bəli, tamamilə razıyam ki, ən birinci Azərbaycan hökumətinin son 10 ildə eləməyə çalışdığı ən uğurlu şeylərdən biri, tamamilə yəni özü üçün ən uğurlu addımlardan biri tamamilə media məkanını kontrol altına almaq idi ki, indiki həbslərdə də onu görürük ki, alternativ olan bütün media orqanları, jurnalistlər hamısı həbsə alınır. Amma məsələ təkcə məlumatsızlıqla deyil. Məsələn, biz əgər Bəşər Əsəd kontekstinə baxsaq, Suriyaya baxsaq, görürük ki, orada da yəni Əsəd gedənə qədər insanlarla söhbətdə və yəni Suriyadan özündə baş verən inqilabın içindəki dinamikalarda insanlar həmişə, yəni əksəriyyət deyir ki, biz bilirik ki, o diktatordur. Biz bilirik ki, o və onun atası diktator kimi bizi idarə edib, amma düzdür, onun yaxşı tərəfləri olub, pis tərəfləri olub, material olaraq bizə nələri verib, nələri alıb və s. Yəni avtoritarlıqda yaşayan bir insanın avtoritar kimi görür, amma həmişə ondan sonra bir amma olur. Yəni məsələn Bəşər Əsədin hakimiyyətinin analizində yəni Əsəd zorakılığı olduqca aşırı fiziki zorakılıq istifadə eləməsi, müharibəyə getməsi və s. İnsanlar avtoritar kimi görür, amma amması olur onun arkasında ki, yəni həmin hakimiyyət, həmin zoraki hakimiyyət, həmin avtoritar hakimiyyəti necəsə özü üçün cəmiyyət legitimləşdirə bilir. Və məncə ona görə Azərbaycandakı repressiyalara da baxsaq, bu repressiyalar sadəcə bir fiziki zorakılıqla və yaxud da həbslərlə məhdudlaşmır. Həm də bir simvolik olaraq bir güc və bir tanınma vasitəsi kimi həyata keçirilir. Yəni mən burada tanınma deyəndə bir kölənin bir ona idarə edən, ona itaətdə saxlayanla olan münasibətindən danışıram. Yəni ən belə bəsit izahını versəm. Burada köləliyin və masterliyin, yəni onu idarə edən, itaətdə saxlayan arasındakı münasibətdə hər ikisinin bir-birini tanınması önəmlidir. Yəni Azərbaycan xalqı öz diktator liderini tanıdığı kimi, diktator lideri də öz xalqını tanıdığını necəsə göstərməlidir və burada o tanınma həyata keçirilir və əgər biz bunu biraz da irəli aparsaq, sorğulasaq, Azərbaycan təkcə bir Azərbaycan vətəndaşı olaraq yox, bir postsovet subyekti kimi, məsələn, özünü necə tanıya bilir. Sovetlər dövründə düzdür, Altay müəllim də Cəmil müəllim də müqayisə elədilər 37-ci ildən və s. Ki, mən də razıyam onun bir hissəsindən, amma mənə elə gəlir ki, Sovet subyekti ilə, yəni Sovet daxilində olan bir subyektlə postsovet subyekti arasında tanınma məsələsində, yəni özünü başqası tərəfindən özgə tərəfindən tanınmasında fərq var. Və Azərbaycan xalq olaraq, Azərbaycanda yaşayan insanlar Sovet dövrünün dağılmasından sonra özlərini həmin tanınmada, yəni bir milli subyekt kimi, bir milli dövlətin tərkibində olan bir subyekt kimi daha çox öz hakimiyyətləri ilə münasibətdə tanınma yaşayırlar və bir də düşmənlə münasibətdə. Deyək ki, bu kontekstdə ermənilərlə münasibətdə, müharibədə olduqları, düşmən hesab edildikləri ermənilərlə münasibətdə tanınmağa çalışırdılar. Və ona görə də tanınma mənim üçün bir növ tamamlanma prosesi 2020 müharibəsi oldu. Yəni nəhayət diktator xalqına dedi ki, mən sizi tanıyıram. Çünki mən sizin o milli
arzularınızı və yaxud da ki, kədərinizi, qəzəbinizi bunu görürəm və ona uyğun olaraq da müharibəni həyata keçirdim və Qarabağı geri qaytardım və burada o tanınma hissəsində simvolik güc, yəni hakimiyyətin öz cəmiyyəti üzərində qəbul etdiyi normalar və dəyərlərlə təsdiqlənir və cəmiyyətdə olan insanlar da, fərdlər də özlərini necə gördüklərini həmin münasibətdə tapırlar. Başqa sözlə desək, yəni Azərbaycandakı subyektlər, insanlar özlərini bir Avropanın subyekti kimi ya da Avropanın tanıdığı bir subyekt kimi görmürlər. Nə də bir Rusiyanın deyək ki, daha imperial güclər ya da məsələn maksimum Türkiyənin tanıdığı bir subyekt kimi özünü tanıya bilir. Amma yerdə qalan halda onları tanıyan, onları görən bir onların ümumilli liderləridir, belə deyək. Dırnaq arasında və bu vəziyyətdə Tofiq Yaqublu harda dayanır? Məncə Tofiq Yaqubun mübarizəsi ona görə bu legitimliyi pozan, bu nizamı pozan ən cəsarətli mübarizələrdən biridir mənim üçün. Çünki Tofiq Yaqublu Azərbaycanda həmin o tanınma və tabe etmə, yenə də kölə ilə onu itaətdə saxlayan arasındakı münasibətləri dağıdan bir fiqurdur. Yəni burada tanınma uğrunda mübarizə artıq mən tanınıram, mən tanınmaq istəyirəm, mən varam, ona görə yox ki, məni itaətdə saxlayan var. Mən varam, ona görə ki, mən varam. Mən bir subyekt kimi varam, mən bir azad bir fiquram və azad cəmiyyətdə yaşamaq istəyirəm, azad ölkədə yaşamaq istəyirəm, müəyyən dəyərləri olan bir yerdə yaşamaq istəyirəm. Və bunu həyata keçirmək üçün Acıq aksiyası sonunda, yəni ən son addım olaraq həmin o tanınma uğrunda bir çağırışdır mənim üçün. Yəni tanınma deyəndə yenə də xatırlatmaq istəyirəm, yəni bir itaətdə saxlayana yox, onun əksinə olan bir tanınma uğrunda bir mübarizədir. Və burada bədən artıq danışıqlara çevrilir. Bədən artıq məni sustura bilmərsiniz, mən bu bədənlə susmayacağım mesajını verir. Amma cəmiyyət susur. Yəni biz baxsaq ki, cəmiyyət məlumatlıdır, amma yenə də əsas misalına qaytarsaq, mən bilirəm ki, belədir vəziyyət. Amma bu ammadakı vəziyyət yenə tanınma və tabiətmə arasındakı münasibətin nəticəsidir. Və ona görə də Azərbaycandakı insanlar azadlığı, yəni öz azadlıqlarını dərk eləmək və azad olmaq üçün başqalarının onları tanımasına bir ehtiyac duyurlar və bu vəziyyətdə, bu kontekstdə məncə cəmiyyətin susqunluğu təbii görsənir və bu demək deyil ki, mübarizələr yoxdur və yaxud da olmayacaq. Mübarizələr olacaq, amma təəssüf ki, mübarizələr həm də Cəmil müəllim qeyd edirdi ki, məsələn, hər kəsi Azərbaycanda öz mübarizə apardığı şey ilə cəzalandırırlar, yəni nəsnə ilə cəzalandırırlar və bu çox maraqlıdır. Niyə görə hakimiyyət bunu edir? Hakimiyyət bunu ona görə eləyir ki, məncə, həm də mübarizələri individuallaşdırmağa çalışır. Yəni mübarizələri həmin o individual bir fərd kontekstinə gətirib hərəkət olmasına və yaxud da ki, cəmiyyətlə iç-içə bir zəncirvari bir mübarizəyə çevrilməsinə imkan vermək istəmirlər. Və burada bu mübarizələrin nəticəsiz qalacağına bir inamsızlıq yaranır. Yəni insanlar arasında bir inamsızlıq, bir ümidsizlik yaranır ki, mən nəsə eləsəm nə olacaq ki, həm Tofiq Yaqublu elədi, nə oldu? Filankəs elədi, nə oldu? Və bu cür inamsızlıqlar, bu cür ümidsizliklər məncə hakimiyyətin, yəni o taktikalarından biri kimi də hesablaya bilərik ki, mübarizələri individuallaşdırmağa çalışırlar. Və ona görə də danışmaq Azərbaycanda artıq bir siyasi bir aktdır. Yəni danışmağın özü artıq siyasi bir akta çevrilir. Əgər mübarizələri individuallaşdırmağa çalışırsa hakimiyyət, o zaman insanlar artıq fərdi mübarizələrlə necəsə öz sözlərini deməyə çalışmalıdırlar. Yəni burada mübarizənin başqa variantı görünmür. Yəni hətta o dərəcədə bu məhdudlaşır ki, bədən səviyyəsində qalır. Amma sözlərini demək üçün insanlar, yəni Azərbaycandakı insanların bir yenə də subaltern subyekt olaraq öz sözlərini deməsi üçün, öz adına özünün danışması üçün bir mediuma, bir ortada dayanan bir mediatora ehtiyacı olmadığı an həmin o mübarizələr başlayacaq. Yəni medianın bir müxalifət liderlərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin onların sözünü danışdığı an yox, Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti öz sözünü özü danışdığı an danışacaq, özü danışdığı an azad olacaq. Və reallıqda bu təəssüf ki, mümkün olmur. Çünki o mediatorları ortada olan insanlar, yəni deyək ki, media olsun, vətəndaş cəmiyyəti olsun, müxalifət olsun, insanların deyə bilmədiyi şeyləri deyə bildikləri üçün həm də bu repressiyalara məruz qalırlar, amma həm də burada tək qalıb individuallaşırlar. Yəni bir növ hakimiyyət çox yaxşı bir zəncir, yəni cəmiyyətlə münasibətdə çox yaxşı bir zəncir halında öz itaətini
insanları itaətdə saxlamağı bu formada bacarır. Yəni itaətdə olmayanlar isə həmin o mediumda olanlar, ortada olan insanlar isə onlar vaxtı gəldikcə gəlir gedir. Yəni mübarizələr cücərir, sonra bir yerdən sonra dayanır, sonra yenidən cücərir ki, bu da təbii bir prosesdir. Və məncə susmamağın nəticəsi, yəni susmamağın nəticəsini Azərbaycanda cəza mexanizmlərində insanlar görürlər. Məsələn, öz yaxınlarının işdən çıxarılmasını görürlər, hətta material olaraq görürlər. Yəni ən əsası məncə Azərbaycanda insanları itaətdə saxlayan şey deyək ki, hansısa ideoloji bir dəhşətli ideoloji bir asılılıq deyil. Yəni hansısa möhkəm bir inamdan, ideoloji inamdan danışmırıq biz burada. Çox sadə material səbəblərdən də insanlar həmin o asılılığın bir hissəsi ola bilirlər və burada ən böyük qorxulardan biri öz işini itirmək, öz ailəsində olan yaxınlarını itirmək qorxusu, yəni onların həbsə atılması qorxusu var. Və ən əsası da deyərdim ki, hətta material qorxular var ki, yəni ən böyük qorxulardan biri məhz işini itirmək qorxusudur. Və bu prekariatlığın içərisində, yəni indiki dövrlə, Sovet dövründə müqayisə etsək, məncə Azərbaycandakı insanlar çox kəskin bir prekariat dövrdən keçirlər və bu prekariatlığın içərisində hər növbəti gün material olaraq bəlli deyil. Yəni sən necə yaşayacaqsan, gələcəyin necə olacaq və bu qorxu içərisində stabillik axtarışı məhz həmin o militar polis gücündə, hərbi güclə saxlanan bir stabilliklə nəticələnir. Yəni yenə də sonunda həmin o sağ qalmaq və tanınmaq uğrunda olan mübarizə gəlir bir diktatorun, bir itaətdə saxlayanın hüzurunda dayanır. Amma Tofiq Yaqubluya qayıtsaq, hə, yəni bugün artıq günlərdir aclıq eləyir və o aclıq eləyərək həm də bizim susmamağımızı daşıyır. Yəni bizə bir növ güzgü şəklində əks etdirir və mən Cəmil müəllimlə tamamilə razıyam ki, bu həm bizim üçün, həm Azərbaycan cəmiyyəti üçün çox ciddi bir sınaqdır. Tofiq Yaqublunun mübarizəsinin nəticəsi, olacaq nəticəsi. Və ona görə də onun bugün susqun bədəni, həbsdə dayanan bədəni bizim danışan dilimizlə güclənməlidir. Yəni bizim buradakı rolumuz məncə təkcə hər hansı bir intellektual olaraq yox, hər hansı bir analitik fikir bildirən insan olaraq yox, sadəcə bir insan olaraq və bir Azərbaycanlı olaraq məncə bizim danışan dilimizlə onun o susqun bədəni güclənməlidir. Çünki əgər bu susqunluq davam eləyəcəksə, biz nə Tofiq bəyin bədənini, nə də ki bu xalqın ruhunu bilmirəm necə görə biləcəyik bundan sonra. Belə, yəni demək istədiyim şey odur ki, bu mübarizə, bu aclıq aksiyası sadəcə aclıq aksiyası deyil. Məncə bu aclıq aksiyası bütöv bir xalqın indiki dövrdə repressiyaya qarşı olan ən son vasitələrindən biri ola bilər. Belə. Çox sağ ol Sevin, çox sağ ol ətraflı fikirlərin üçün. Buyurun Altayman. Yenə də bir daha sizə təşəkkür edirəm bu maraqlı söhbətə görə. Yəni, baxın, mən belə hesab edirəm ki, mənim ağlıma gələn, konkret anda ağlıma gələn Tofiq bəylə bu aksiyası ilə əlaqədar üç vacib məsələdir. Birinci vacib məsələ ondan ibarətdir ki, bilirsiniz, indi bu sistemdir, bu formalaşır, bayaq siz də danışdınız, oturuşur və bayaq mən də dedim ki, bu sistemlərin içərisində, avtoritar sistemin içərisində insanların tədricən azadlığı əlindən alına gedir. Yəni birdən baş vermir proses. Tədricən cəmaət özünü bu sistemə adaptasiya edir. Sevinç xanımın dediyi məsələlər də var. Yəni qorxu, iş və s. Tədricən insanlar, məktəb, təhsil və s. insanlar tədricən bu sistemə alışır. Amma sistemə alışmaq o demək deyil ki, sistemin o fundamental çatışmazlıqları sıradan qalxır. Yəni cəmaatın narazılığı var, dediyimiz kimi korrupsiya var, sosial problemlər var və s. ədalətsizlik var və s. Bunlar tamamilə sıradan çıxmır, yerində qalır. Bir növ xalq səsini çıxartmasa da o hirsi yığıla qalır və bir hansısa məqamda o hirs hansısa məqamda özünü büruzə verir. Və biz son Azərbaycan tarixində, son dövrlərin tarixində biz bunu dəfələrlə görmüşük ki, cəmaət öz hirsini büruzə verir. Əsas formalarından da biri, məsələn, elə bu sosial şəbəkədə sözünü deməkdir. Məsələn, biri mənim yadıma gəldi 2018-ci ilin sonunda bu hökumət, deməli, Mehman Əliyev həbsdə idi, yadınıza gəlirsə, o vaxt Mehman Əliyev, üzr istəyirəm,
Mehman Mehman Hüseynov həbsdəydi. Mehman Hüseynova yeni ittiham gətirmək istədi. Və bu cemaat birdən-birə ya birinci dəfə tutulmuşdu, yəni heç o qədər ona münasibət olmamışdı. Amma ikinci dəfə bir bir belə içəridən gələn bir etiraz oldu ki, bu dərəcədə ədalətsizlik olmaz da, yəni bu dərəcədə olmaz. Və birdən-birə bütün cəmiyyət belə deyək ayaqlandı. Və indi mən bunu məndən yaxşı bilir, çünki təşkilatçılarından olub. 2019-cu ilin yanvar ayında həmin o proseslərin belə deyək təsiri altında Azərbaycanda çox böyük bir etiraz mitingi keçirildi, icazəli etiraz mitingi və ondan sonra hökumət etiraz mitingini tamamilə icazəli etiraz mitingini demək olar ki, tamamilə ölkədə qadağan elədi. Olmadı dahi. Bax o bir proses başlayıb gətirmişdi ən böyük mitinglərdən birinə və hökumət onun qorxusundan dərhal onu deməli o prosesi ləğv elədi. Yəni artıq icazəli miting olmaz. Və Tofiq bəyin məsələsi ilə də belə bir şey bağlıdır. 2020-ci ildə müharibədən qabaq Tofiq bəyin həbsdə olmasına, yəni o aclıq ki elan elədi, yadınıza gəlirsə, o aclıq bu cəmaatı mobilizasiya elədi. Və cəmaat belə deyək də, həmin bu ayaqlanmalı demək olarsa buna, yəni şeydə ayaqlanmaqla, nədir onun adı, bu sosial şəbəkədə yazmaqla hakimiyyətdən qəti şəkildə, təcili şəkildə Tofiq Yaqubunu həbsdən azad eləməyi tələb elədi. Mənim yadıma gəlir, hətta o vaxt deməli İlham Əliyevin özünün səhifəsinin altına cəmaat, yüzlərlə insan təsəvvür edir ki, bu qorxu içində yaşayan cəmaatın xeyli hissəsi qorxmadan birbaşa ölkə başçısının statusunun altında başqa şeydən yazdığı halda girib Tofiq Yaqubunun azadlığını tələb edirdi. Ondan sonra bir dəbləri də düşdü. Başladılar cəmaatın bir xeyli hissəsini ya blok eləməyə, ya da komment yazmaq hüququndan məhrum eləməyə prezidentin səhifəsində. Komment səhifəsini bağladılar. Hə. Və nəticə nə oldu? Hökumət geri addım atmağa məcbur oldu. Yəni hökumət gördü ki, bu dərəcədə yəni şey var, bu boyda təzyiq var və dediyim kimi bu ayaqlanmadan bu hökumət çox çəkinir. Ən çox çəkindiyi bir şeydir. Tofiq Yaqubunu buraxdı. İndi amma bayaq Sevinç xanım da dedi, Cəmil müəllim də dedi ki, müharibədən sonra vəziyyət tamam başqa cürdür. Yəni İlham Əliyevə münasibət tamam başqa cürdür və onun belə deyək cəmiyyətdə statusu bir xeyli qalxıb, ona etimad yarandı. Düzdür. O etimaddan məharətlə istifadə eləyə bilmədi, heç eləyə də bilməzdi. Yəni sistem ona imkan vermir ki, ona istifadə eləsin. Sonra söyüdlü, bu yaxınlarda imişli hadisələri və s. Və o məsələnin yoluna qoymağın yolu cəmaatı kütləvi şəkildə həbsə atmaqla həll eləmək istəyib. Və Azərbaycanın çox məşhur şəxsləri, tutaq ki, ictimai belə deyək də, influencerlər, cəmiyyətdə tanınmış adamlar həbsə atılıb. Və cəmiyyətin müqaviməti, belə deyək, müharibədən əvvəlki cəmiyyətlə, yaxud ki, İlham Əliyevə müharibədən əvvəlki münasibətlə, müharibədən sonraki münasibət tamam fərqli olduğu üçün, belə deyək, o cəmiyyətin, bayaq Sevinç də onu izah elədi, cəmiyyətin, belə deyək, amması var və o amma cəmaatın toparlanmasına imkan vermir. Mən hesab edirəm ki, bax, Tofiq Yaqubunun birinci məsələsi, birinci etirazı ondan ibarətdir ki, yəni bu dərəcədə ədalətsizlik olmadı, Cəmil müəllim onu izah elədi. Yəni həyasızlıq var, həyasızlığın dahi belə o tərəfi yoxdur. Mən bir dəfə Facebookda oyuna əlaqədar status yazmışdım ki, uşaqlıqda adam belə vəziyyətlə rastlaşırdı. Bəzən haqlı ola sənə haqsız çıxardırdılar, danlayırdılar, yəni neysə, adamın hönkür-hönkür ağlamaqdan başqa çarəsi qalmır. Uşaqsan da başqa yolun yoxdur. Və Tofiq Yaqubunu elə bir vəziyyətə salır. Adam bütün faktlarla sübut edir, göstərir ki, mən orada olmamışam, adam 20 kilometr məndən uzaqda olub. Nətər mən ondan, yəni həyasızlığı da eləyirsiniz, heç olmasa bu dərəcədə adamı yandıran şəkildə mən sizə izah edirəm, söz qəbul eləmişsiniz ki, adamın içindən gələn bir etirazdır. Nə etirazı? Yəni ki, bu ədalət mən dözmürəm. Və izah da edir ki, 65 yaşında mənə atırsınız bura,
9 il mən burada ədalətsiz ad 74 il insan ürəyi partlayar, yaşaya bilməz, istəmirəm. Mən elə indidən buna etiraz edirəm. Birinci bu məsələdə etirazdır. İkinci, bayaq söz dediyiniz məsələdir ki, mən də izah elədim onu ki, məqsəd cəmiyyətin diqqətini cəlb eləməkdir. Ki, bax, bu ədalətsizliyə göz yumma. Yəni, və deməsə də, söz ondan ibarətdir ki, bu mənim başıma gəlirsə, sənin başına 100% gələcək və gələcək 100% gələcək, 100% ədalətsizlik daha da çoxalacaq, 100% azadlığın əlindən alınması daha çox çalacaq, 100% sənin zülmün bundan sonra artacaq, səsi bu cür ədalətsizliyə, bu cür vicdansızlığa deməli, biganə qalma, səsini çıxart. Yəni bu buna yönəlmiş bir etiraz formasıdır. Nəhayət üçüncü məsələ, Sevinç xanım danışdı o postsovet ölkəsi, Sovet Respublikası və s. Burada bir məsələ də var. Bilmirəm nə dərəcədə əlaqəsi ola bilər. Məncə müəyyən dərəcədə əlaqəsi var bu məsələnin. Məsələ burasındadır ki, bax təsəvvür eləyin, Belarusda baş verir, Ukraynada baş verir, Rusiyada baş verir. Beynəlxalq ictimaiyyətin diqqəti cəlb olunur ona. Yəni proses beynəlxalq ictimaiyyət tutaq ki, Rusiyada gedən proseslərə, indi orada geopolitik məsələlər də var, daha həssasdır. Belarusda baş verən hadisələrə daha həssasdır. Gürcüstanda baş verən hadisələrə daha həssasdır. Nəinki Azərbaycanda gedən repressiyalara. Yəni bir növ diqqət Azərbaycan ictimaiyyətinin gözlədiyi qədər deyil. Mən hesab edirəm ki, Tofiq Yaqublu əvvəldən bu məsələyə diqqət cəlb etmək istəyir. Tutaq ki, həbsxanadan yaxud da ki, o məhkəmə zalından kopu boykot edin yazısını göstərməklə və yaxud da ki, İlham Əliyev məni burada öldürmək istəyir yazısını göstərməklə beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb edir. Və dediyi də budur ki, mən ölüb eləsəm, beynəlxalq ictimaiyyətin başqa çarəsi qalmayacaq. Yəni, diqqət etməli olacaq. Adam faktiki ol. Qoy deyir necə ki, o məşhur Magnitski aktı var. Qoy bir dənə də Tofiq Yaqublu aktı olsun. Bu yaxında 2 gün, 3 gün bundan qabaq Amerika Senatı deyəsən bir dənə də Gürcüstanla əlaqədar oxşar bir akt qəbul elədi və mən aktı oxudum. Deyirlər ki, təkcə adı Gürcüstanla bağlı olsa da bütün bölgə üçün nəzərdə tutulub. Nəsə belə bir şey adı var idi. Yadımda deyil adı. Avtoritarizmlə, korrupsiya və s. məsələ ilə əlaqədar. Tofiq Yaqublu deyir ki, eybi yoxdur. Rast ki, məni öldürmək burada istəyir, məni burada 9 il yaşayır, məni burada 9 il yaşamaq onsuz da şansım demək olar ki, yoxdur. İnsanın onlarla xəstəliyi var, onsuz da döyə-döyə adamın mədəsi deməli, daxili orqanlarından hansısa yoxdur. Yəni, insanı dəfələrlə orada əzab verməklə, onsuz da canına ziyan eləyiblər. Adam fəda eləməklə, özünü fəda eləməklə həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycandakı bu ifrat ədalətsizliyə cəlb eləmək istəyir. Azərbaycan cəmiyyəti necə reaksiya verəcək? Azərbaycan cəmiyyəti başqa cəmiyyətlərdən fərqlənmir. Mən hesab edirəm ki, belə şeylər momentində baş verən şeylərdir. Təbii ki, bu şeylər yaddan çıxan deyil. Heç biri yaddan çıxmayacaq. Tofiq Yaqub, nə bu repressiyalar yaddan çıxacaq, nə Tofiq Yaqubluya qarşı alınmamış bir şey olsa, ya heç olmasa da yaddan çıxan deyil. Bizim problem başqa şeydir. Hansısa məqamda bu yada salınacaq. Tunisdə yadınıza gəlir, bütün Ərəb ölkələrindəki o inqilablara dəstək verən şey bircə hadisəyə görə, bircə şilliyə görə olmuşdu. Halbuki ondan qabaq ən qədər şillə vurmuşdular, heç kimi vezin olmamışdı. Amma bir şillə sonda o səbir kasasının aşması ilə nəticə gətirir. Bu sistemlərin də mən hesab edirəm ki, hamımız burada oturanlar bilirik ki, axırı məlumdur. Neynəsə, nə qədər sıxsa da, nə qədər belə deyək, zülm eləsə də, axırı məlumdur. Bunu hamı bilir. Hələ mən onun axırını şübhə altına ala biləcək, bu sistemin axırını şübhə altına sala biləcək bir adama rast gəlməmişəm. Kiminlə danışsan axırı məlumdur deyir. Amma burada çox bir məsələ var. Bu çox vacib məsələdir. Cəm mənim tarixçi kimi bunu bilir. Siz də yəqin ictimai elmlərlə məşğul olduğu üçün bunu bilirsiniz. Bəlkə məndən də yaxşı bilirsiniz. Burada ən böyük problem, Almaniyada da yaşamısınız, bilirsiniz. Burada ən böyük problem ondan ibarətdir ki, biz tariximizdə baş verən repressiyalara qiymət vermədik 30-cu illərə.
Yəni adekvat ona lazım olan siyasi, mənəvi, hüquqi qiymət vermədi. Bax bu yönləri müşfiqin şəklini göstərirlər, paylaşırlar. Axı faktiki olaraq müşfiq ora atılanda bu cəmiyyət eyni ilə indi sustuğu kimi susurdu. Yəni sən müşfiqin sən gözünün qabağında baş verir də həmin müşfiq məsələsi gözünün qabağında və Azərbaycan cəmiyyətinə izah eləmək lazımdır ki, müşfiqi sən təzdən qaytarmamısan Azərbaycan cəmiyyətinə, unudub getmişdin. Onu qaytaran 53-cü ildən sonra Stalinin ölməsi və Xruşovun tutaq ki, həyata gətirdiyi islahatlar oldu. Təzdən sənə qaytardı. İstər müşfiqi, istər Cavidi. Yadında qalacaqdı, amma qaytarmağı daha çox həmin Sovet hökumətinin o belə deyək, hadisələri ilə bağlıdır. Amma bir şey lazım idi ki, bir Sovet hökumətinin dağılmasından sonra baxın Almaniya bilmirəm onu da şübhə altına ala bilirlər. Amma müəyyən dərəcədə onun təsiri var, maarifçiliyin əhəmiyyəti var. Məsələn, Alman hökumətinin tutaq ki, öz keçmişində baş verənlərə qiyməti ilə tutaq ki, İtaliyanın öz keçmişində baş verən qiymətləri arasında cüzi fərq var. Amma o cüzi fərq nə boyda fərqə gətirib çıxarır. Məsələn, Almaniyada tutaq ki, AFD nə qədər desə də, amma birbaşa onun heç bir əlaqəsini Hitlerlə və s. ilə qura bilmirlər və yaxud ki, onun qurulsa onun dərhal siyasi, belə deyək, təsiri sıradan çıxa bilər. Amma İtaliyada məsələn, çox asanlıqla indiki hakimiyyətdə olan partiyanın əlaqəsi axtaranda gedir çıxır şeyə, nədir onun adı? Mussolinin üstünə. Və burada böyük problem yoxdur. Mənim dediyim ondan ibarət var böyük problemdir. Amma belə deyək də Almaniyadakı münasibətlə müqayisə olunmur. Mənim dediyim ondan ibarətdir ki, təkcə bizə aid deyil, bütün Sovet bəlkə respublikalarına aiddir. Bəzi təşkilatlar var idi, memorial və s. fəaliyyət göstərirdi. Amma indi mən bu yaxında yazısı da oldu bu barədə. Biz 30-cu illərdə baş verənlərə adekvat qiymət verə bilmədik. Bizdə hətta Bağırova müsbət nə bilim millətçi, nə bilim Azərbaycan xalqını nədənsə xilas eləyən kimi və s. Halbuki adam birbaşa bütün repressiyalarından əli olub və birbaşa əli var. Yəni ki, birbaşa iştirakı var. Amma onu təzədən bizə tutaq ki, az qala müsbət qəhrəman kimi təqdim eləmə cəhdləri oldu. Söhbət bir-iki nəfərdən getmir. Cəmiyyətdə bu əhval-ruhiyyənin yaranması. Niyə yaranır bu? Çünki cəmiyyət öz keçmişinə, həmin o müşfiqin başına gələnlərə, həmin o Cavidin başına gələnlərə adekvat qiyməti, adekvat söhbət siyasi qiymətdən, mənəvi qiymətdən, tarixçinin verdiyi qiymətdən, hüquqi qiymətdən. Bax, bunu biz bu cəmiyyətdə verə bilmədik. Bizim elədiyimiz ondan ibarətdir. Bu günləri biz Tofiq bəyin həyatını xilas edə bilməyəcəyik. Sevinç xan bayaq dediyi kimi, bu bütün bizim cəmiyyətin boynuna düşəcək bir günah olacaq. Biz bunu da eləməliyik. Üstə nail olmalıyıq onun azadlığına. Yəni İlham Əliyev də amma eyni zamanda bilməlidir ki, tarix onun elədiyi Tofiq Yaqubun başına bir iş gəlsə, tarix gələcəkdə Azərbaycan cəmiyyəti o vaxt dəyişəcək ki, öz tarixinə adekvat qiyməti verməyi bacaracaq. Onu verməlidir ki, bir də hadisələrin təkrarlanmasının, bir də repressiyaların təkrarlanmasına qarşı bir immunitet də olsa yarada bilək. Çox sağ olun, Altay müəllim. Çox yaxşı qeyd elədiniz. Ümumiyyətlə, söhbət çox yaxşı gedir, çox axarında gedir, amma biz artıq məncə yekunlaşdırmalıyıq. Həm də mən də qeyd eləmək istəyirəm ki, repressiyalar individuallaşdırılmağa çalışır hər bir mübarizə, amma bunların heç bir individual və yaxud da tək bir mübarizə deyil, hamısı kompleks bir siyasətin parçasıdır. Bütün bu siyasi repressiya xətti, hansı ki, tamamilə total monopoliya şəraiti yaradılsın. Ölkənin istər iş verilən yerlərində, istər təhsil verilən yerlərində, istərsə də hansısa mədəni, siyasi, sosial, iqtisadi, hansısa biliyin və yaxud da informasiyanın mediada daxil olmaqla istehsal olunması və yaxud da təkrar istehsal olunması baxımından bütün institutların tamamilə öz nəzarətlərində qoyulması və alternativ heç bir yer qoyulmaması, alternativ hansısa iş görmək istəyənlərin hamısının bu dəqiqə dələduzluq, qaçalmaçılıq və s. kimi
qondarma ittihamlarla içəri atılması o deməkdir ki, elə onlar məhz bunu istəmirlər. Hansısa adekvat düşünə biləcək, hansısa adekvat yanaşma qoya biləcək, hansısa bir institutun və yaxud da individualın ölkədə qalmağı. Onlar ya həbsdə olmalıdırlar, ya loyal olmalıdırlar, ümumiyyətlə bu cür azad hansısa fikirdə olmamalıdırlar və yaxud da ki, ölkəni tərk eləməyə xəyanətkar və yaxud da xain damğası ilə ölkədən uzaqlaşdırılmağa, sürgünə göndərilməyə məhkum olmalıdırlar. Ona görə bugünkü bu mübarizə, Tofiq Yaqublunun mübarizəsi həm də cəmiyyətin əxlaqı ilə, cəmiyyətin iradəsi ilə və mənəviyyatı ilə əslində sınaqdır. Bu nə qədər cəmiyyətə çatır, çatmır. Bu da yenə də başqa bir bəlkə də müzakirənin mövzusudur. Amma çatdığı qədərilə hər halda bu həm də təkcə individualların yox, böyük bir cəmiyyətin iradəsi sınanır və o nəzarət altına alınmağa çalışılır. Və ona görə də çıxartdığımız hər bir səs, istifadə elədiyimiz hər bir resurs, əlimizdə qalan hər bir məkan, istifadə elədiyimiz hər bir auditoriya dəyərlidir. Belə total, qapalı bir mühitdə nəyəsə azad, adekvat və kritik münasibət bildirə bilmək üçün hər biri çox dəyərlidir. Dediyimiz kimi, bugün susmamağın özü bir kəlmə yazmaq və yaxud da paylaşmaq, repost eləmək belə bir siyasi akta çevrilib. Hansı ki, bunun özü belə cəza mexanizmindən bəzən olduqca radikal bir akt kimi qarşılana bilir. Çünki bütün işverənlər, istehsal hər şey bir tək ailənin, tək hakimiyyətin əlindədir. Son sözlərinizi, bu mənim son sözlərim idi və həm də ki, mübarizə heç vaxt total onsuz da ədalətsizlik davam etdiyi müddətcə öz ziddiyyətini, öz antagonizmini doğuracaq və silsilə şəklində bir gün imişli, bir gün söyüdlü, bir gün başqa bir şey bunların qarşısını alınmamağı, ən azından buna ümid eləyək ki, bizdə elədiyimiz hər kiçik bir aktda ümidsizliyə qapılmayaq. Başa düşürəm ki, hamıda məncə bu var. Amma qapılmamaq lazımdır. Əlimizdə olan bütün resurslardan istifadə etməyin dəyərini belə qaranlıq dövrlərdə anlamaq lazımdır yəqin ki. Son sözü vermək istəyirəm. Bir daha təşəkkür edirəm hər birinizə dəyərli fikirləriniz üçün və ümumiyyətlə belə bir müzakirənin indiki dövrdə baş tuta bilməsi üçün. Cəmil müəllim, buyurun. Sonra sırayla da. Mən son söz olaraq nə deyirəm? Son söz olaraq onu deyirəm ki, Tofiq Yaqubunu xilas etmək lazım. Və cəmiyyət səfərbər olmalıdır və cəmiyyətin burada bir mənəvi borcu var. İndi o siyasətdir, hüquqdur, bu hakimiyyətə aiddir, amma cəmiyyətin üzərinə düşən bir şeylər də var. Və bugün Tofiq Yaqublunun başına gətirilənlərə dözmək o deməkdir ki, sabah sən özün də bundan sığortalanmamısan. Sənin ya özün, ya ailə üzvün, oğlun, uşağın, nəvün də buna tuş ola bilər. İkinci, siyasi məhbusların hamısına azadlıq. Siz inanın ki, mən aşağı-yuxarı onların hamısının məhkəməsində iştirak edirəm də. Hətta o Targovda gəzirdim, bir köhnə tanış rast gəldi, soruşur məndən, Cəmil müəllim, harada işləyirsən? Deyirəm məhkəmədə. Belə təəccüblənir, nə işləyirsən? Dedim, valla rəsmi bir işim yoxdur, amma həftənin bütün iş günlərini ora gedirəm. Yəni, ora mənim üçün elə iş yeri kimi bir yerə çevrilibdir. Və o həbs olunanlara qarşı o qədər ağla gəlməz üsullardan istifadə edir, qanunsuzluqlardan istifadə edir. Bir cəzasızlıq vəziyyəti yaranıbdır. 37-ci illə müqayisədə bir fərqi var ki, 37-ci ildə rəsmi sərəncam var idi, işgəncə hesabına lazım olan ifadələri aldı. Amma bu günləri o yoxdur. Banda dildə törədilənlər nədir? Bu cinayətdir də. Ona görə də siyasi məhbusların ilk olaraq, bu siyasi məhbusların, indi mən adlarının hamısını sadalamıram, amma hamılıqla Tofiq Yaqublunu xilas etmək, siyasi məhbusların azad olunmasına nail olur. Çox sağ olun. Buyur Sevinç. Mən də Cəmil müəllimə qoşuluram. Bütün siyasi məhbuslar azad olmalıdır. Tofiq Yaqublu da ən tez zaman xilas olmalıdır və
cəmiyyət biz danışmalıyıq, biz durmadan danışmalıyıq və eyni zamanda loyal olmağa çalışanlar, susanlar, yaxşı vətəndaş olmağa çalışanlar məncə özünü sorğulamalıdır. Və əgər biz bir insanın yəni öz aclıq prosesində çəkdiyi əzabları da bura qatsaq, yəni təkcə nəticədən danışmasaq, prosesin özündən də danışsaq, biz artıq həmin gücü görürük və məncə biz bu gücü daşımalıyıq özümüzdə, öz sözlərimizdə, öz mübarizəmizdə və ən təhlükəlisi Səmri sən dediyin ümidsizlik hissinə qarşı olaraq bir nə tək deyilik, nə də ümidsiz olmadığımızı ən azı bir-birimizlə bölüşməliyik. Çünki total güclə və arada mediatorlar olmayanda biz bütün nümunələrdə görmüşük, bütün avtoritar, bütün mərkəzləşmiş, gücü əlində saxlayan dövlətlərdə və cəmiyyətlərdəki nümunələrdə görmüşük ki, çıxış yolları həmişə sonunda olur. Ya bu zorakı yolla olur, ya ən qəzəbin ən çox aşıb daşdığı bir məqamda olur. Və bu məqamlar olacaq, bu məqamlar yəni bizi izləyəcək. Amma biz də həm də bu məqamlara da hazır olmalıyıq. Bunu da düşünməliyik ki, qəzəbimiz partlayacağı anda nə edəcəyik, onu da düşünməliyik. Amma bu son olaraq yəni demək istədiyim şey budur ki, biz ancaq həmin anlardan proseslərin özünü və son nəticələrə olan reaksiyalarımızı və həmin anda eləməli olduğumuz aktları da düşünməliyik. Və Tofiq Yaqublu azadlıq. Belə. Sağ ol. Çox sağ ol Səmcə. Buyurun Altan. Vallahi mən də qoşuluram sizin dediklərinizə. Tofiq Yaqublu da azadılmalıdır, təcili, çünki adam artıq 13-cü gündür, hər gün həyatında geri dönməz proseslər başlayandan sonra, adamın ölümünə fərman veriləndən sonra, yəni ki, gecə ola bilər. Yəni bunu artıq təcili sabaha bir süynə saxlamadan Tofiq Yaqubunu azad eləmək lazımdır ki, insan həlak olmasın. İkinci məsələ ondan ibarətdir ki, mən yenə də sizin dediklərinizə qoşuluram ki, Azərbaycanda repressiyaları dayandırmaq və idarə eləməyin hansı başqa yolunu tapmaq lazımdır. Yəni, və bunu da qeyd eləmək istəyirəm ki, bu mübarizə heç vaxt dayanan deyil, dayanmayıb. Tarix boyu, ömrü boyu müxtəlif fikir olan olub. Tarix boyu sözünü deyən adam olub. Tarix boyu da bu olacaq. Tarixin heç bir dönəmində bunun qarşısı alınmayıb. Və məsələ burasındadır ki, indiki dövr nə heç Roma dövrüdür, nə Nadirşah dövrüdür, heç bu yaxındakı Stalinizm dövrüdür. İndi informasiyanın göz qabağında olduğu, hamının hər şeyi gördüyü, hamının hər şeyi oxuduğu bir dövrdür. Və mən əminəm ki, bu dövrün sonunda baş verənlərə verilən qiymət əvvəlkilər kimi olmayacaq. Yəni onu tarix kitablarından oxumayacaqlar. İnsanların yaddaşında olacaq. Ona görə idarəçilər, idarə edənlər bu məsələni nəzərə almalıdırlar ki, tarixin qiyməti bu dəfə daha sərt və daha belə deyək qalıcı, daha belə nətər deyim, daha live, daha canlı olacaq. Ona görə də mən hakimiyyəti düşünüb daşınmağa və Tofiq bəy həlak olmamış, Tofiq bəyin həyatında geri dönməz proseslər başlamamış təcili azad etməyə çağırıram. O qədər. Çox sağ olun. Tofiq Yaqublunu azad olunmasına çağırırıq və bu müzakirə də ona aid idi. Ümumiyyətlə hər gün saat 8-də Tofiq Yaqublu acılığı davam elətdirdiyi müddətcə bu barədə onlayn aktivizm olur. Bundan sonra da ümid edirik ki, davam eləyəcək. Sizi də qoşulmağa çağırırıq. Həmçinin də məsələləri yaxından izləməyə. Çox sağ olun. Bizi izləyən hamı, qoşulan bütün qonaqlar, iştirakçılar, sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.